Salamlar, saygılar, değerli ve sevimli soydaşlar. Aziz Azerbaycan Türk milleti dünyanın her bir yerine bizi görüp geçtirsiniz. Hoş gördük. Yeni bir danışıkla qulluğunuzda hiç önceden de anonsumuzu yazmıştı. Değerli sayın Əjdər Təqizadə cənabları ilə Güney Azərbaycan Demokratik Türk Birliği'nin başkanı ilə beraber olacağıq və gündəm məsələ haqqında özellikle rəhmətli bəyin 88-ci, 88-ci doğumunun tarihinin il dönümü hakkında sanacağım benim ve gündem meseleler İran'ın siyaseti, Orta Doğu'da Amerika'nın siyaseti ve o müzakireden ya suludan sonra yeniden bunların birbirine o ateşleri birbirine saldırılar hakkında sanacağım benim bizim bugünkü danışığımız olacak. Umarım ki faydalı bir danışıq olsun ve Sanacılar Bey'den de önceden öz təşəkkürümü bildirəm bu çağırışı qəbul etmə və vardır. Sanacılar Bey sizi çok hoş gördük. Buyurun əgər bir ön danışıq, bir salam aleyküm olsa işlətə danışımıza başlayalım. Hoş gördük. Teşekkür ederim bu imkanı yaradıbsınız. Minnətdarım dəvətə görə. Çox sağ olasınız. Bəli, mən təşəkkürümü bildirəm. Sanacılar Bey, bildiğiniz kimi 24 il təqribən bir 4 gündən qabaq rəhmətli Elçi bəyin il dönümüydü. O doğum il dönümüydü. Buyurun ona bir münasibət hər nə olsa siz daha bizdən yaxşı izah edərsiniz. Təşəkkür edirəm Araz bəy. Yəni siz də, mən də, bizlər də bir Azərbaycan türkü olaraq, Güney türkü olaraq Əbülfəz Elçi bəyin yəni bir fenomen kimi, bir şəxsiyyət kimi Azərbaycanın quzeyindən olan bir şəxsiyyət kimi və Azərbaycanda birinci dəfə demokratik yolla Azərbaycanda prezident seçilməsi Sovet dağılandan sonra və bir də ömrünü bu Azərbaycanın bağımsızlığı, yəni istiqlalının bərpası və Azərbaycanın bütövlüyü düzdür. Azərbaycanda və demək olar ki, bu bölgədə bağımsızlıq məsələsini gətirən Məhəmməd Əmin bəy Rəsulzadədir. Və o bayrağı qaldıran da Məhəmməd Əmin bəy Rəsulzadə, onun silahdaşlarıdır. Bu mənim sözüm deyil, bu Mustafa Kemal Atatürk'ün sözüdür, qəbul edirdi. Bu bayrağı Rəsulzadə qaldırıb, yazısı da qalır. Ancaq demək ki, dövlətin bərpası, yenidən bərpasına rəhbərlik edib, sözsüz vazifəmiz Əbülfəz Elçi bəydir. Və Azərbaycanın bütövlüyünün ortaya qoyan da Əbülfəz Elçi bəydir. Düzdür. Rəsulzadənin və başqa soydaşlarımızın quzeydə, güneydə, yazılarında, söhbətlərində, elə Rəsulzadənin Almaniyada belə o zaman bu söhbətlərində gedir ki, bir tarixi bir şans ələ düşmüşdür ki, əgər Azərbaycanı, güneyini Sovet İttifaqı özünə bağlasaydı o zaman, avtomat elə Azərbaycanın bütövlüyü əldə olardı və bu Sovet dağılacaqdı. Azərbaycan bütöv olardı o zaman. Ancaq bu dövrdə Əbülfəz Elçi bəy bu hərəkata başçılıq edib, özü də hər zaman söz deyərdi. Deyərdi ki, biz Məhəmməd Əmin bəy Rəsulzadə yoluna gedirik, istiqlal iddiasını o gətirib, Cumhuriyyəti, Xalq Cumhuriyyətini onlar qurub, o qurubdur. Yəni, dəfələrlə elə bu tribunadan söhbət eləmişik. O Cumhuriyyəti quranlar zaman çox vaxt çıxıb deyirlər, ay İslam dünyasında, axı İslam dünyası ilə bunun bağdaşması bir söhbəti yoxdur. Türk dünyasında və dünyanın böyük bölümündə bu tərəfdə, yəni siz hesab eləyin, keçən əsrin başlanğıcında 1918-20-də beləncə bir yerdə, nə deyirsiniz, Asiyanın, bağışlayın istəyəm, Qafqazların güneyində, yaxın doğuda, Asiyanın bu bölümündə, Rusiya bir tərəfdən, İran adlanan bir yer, bir tərəfdən irticanın pöhrə verdiyi yerdə Azərbaycanlılar Məhəmməd Əmin bəy Rəsulzadə başda olmaqla, güneyli, quzeyli başda olmaqla Xalq Cumhuriyyəti yaradırlar. Amma bu günləri siz baxın da İran adlanan yerdə və elə bu bölgədə hamısında, dost elə, düşman hamısı deyirlər ki, yəni hesab eləyin ki, ən azı, əgər düz söyləsəm, 67 dənə ərəb ölkəsi var. Hansında belə parlamentaristlik, cumhuriyyət və çağdaşlıq, sekular dövlət var. Elə deyir axı. Yəni bunlar demək ki, o zaman bir cumhuriyyət yaradırlar ki, həm sekulardır, yəni dünyəviçidir, həm demək ki, pluralist bir dövlətdir, hami orada vardı. Çox vaxt deyirlər ki, nə olsun ki, erməni də orada vardı, ay nə bilim, menşivik də vardı, komünist də vardı, ümmətçi də vardı, millətçi də vardı, hamı vardı. Çünki bir pluralizm vardı,
Azərbaycanda olan bütün etniklər, millətlər orada parlamenta təmsil olurdular və qadın haqları məsələsi. İndi bu gün deyəndə çox adamlar ona görə ki, gəlişmiş, oturmuş dövlətlər var. Qadın haqları söhbətləri ki, indi gündəlikdədir. Hamı deyir, bəli, filan yerdə qadın haqları İngiltərədə, Şveysariyada, İskandinaviyada. Amma o zaman elənsi bir dönəmdə Azərbaycanda qadın haqları, qadının demək ki, səsi, ondan sonra dövlətdə iştirak eləməsi və bir də insan haqları. Hələ Məhəmməd Əmin bəy Rəsulzadənin o çıxışları var. Sonralar Azadlıq Radiosunda. Yəni, insan haqları məsələsi Azərbaycanda o cümhuriyyətdə qoyulur. Və cümhuriyyətçilik qoyulur və demək olar və bir də bir məsələ var. Bütün söhbətlərində, onların əməllərində ki, sonralar Əbülfəz Elçibəy hər zaman deyərdi. O da nə idi? Demokrasi məsələsidir. Olması olmaz demokrasi. Olması olmaz. Və ardıcıl da Azərbaycanın bütövlüyü. Azərbaycanın bütövlüyü deyəndə mən Azərbaycanın güneyindənəm. İndi bəlkə də deyərlər ki, indi güneylilərin bəzi ürəyinə dəyirlər. Ürəyinə dəyir. Yox, biz də sıravi bir adam deyirdi ki, biz Azərbaycana gələndə, o vaxt Sovet dönəmində Azərbaycana qaçanda, yəni bunda deyim, mən Tudə partiyası ilə bu İran adlanan yerdən fədai məksəriyyət zat deyil. Elən söhbət yoxdur. Sıxılları bəziləri görürsə yapışdırmaq istəyirlər. Bu da bizim ənidir. Bu da şurəviyə elə deyil. Elə söhbətlər yoxdur. Bu murdar əməlləri ki, o Tudə partiyası. O məksəriyyət, bu rejim ilə. Mən bir saniyədə bu ömrümdə bu Pəhləvi rejimi və indiki rejimlər heç vaxt bunlarla mənim bir xoş münasibətim olmayıb. İkisinə də qarşı birində silahına savaşmışam, əcəb eləmişəm Pəhləvi sülaləsinə qarşı. Klasçinkov daşımışam, əcəb eləmişəm. Ona görə ki, mənim millətimin düşmanı idi Pəhləvi sülaləsi. 30 min Azərbaycanını qırıb Azərbaycanı bərbad eləmişdi Pəhləvi sülaləsi, atası və özü. Və sonraki rejimə də qarşı savaşmışam, əcəb eləmişəm. Zindana da getmişəm, hər nəyə özüm getmişəm və bunun da demək ki, kimsədən bir şeydə tələbkar deyirəm. Amma bütün Güneylilərin ki, siyasətlə məşğul olmuşdular, Sovet dağılmadan öncə siyasi idilər. Bunlar Pəhləvi sülaləsinə qarşı Güneylilər savaşıblar. Güneydə demək ki, dəfələrlə bu Təbriz, Ərdəbil, Urmiya, Azərbaycan ayaqda olubdur, döyüşübdür Azərbaycan. İndi Pişəvəri hərəkatı olsun, ondan sonra ondan öncə məşğulluq hərəkatında Azərbaycanlıların öz izləri, öz xətləri var və parlamentarist məsələdə. Ona görə də Azərbaycanın güneyi bağımsızlığını yenidən bərpa edəndə gələn güneylilər, yəni bizlər də Əbülfəz Elçibəy bu iddianı ortaya qoyanda hər zaman da deyildi, biz Rəsulzadə yolu gedirik və açıq da deyildi, biz Mustafa Kemal əskəriyik, Mustafa Kemal Atatürk əskəriyik. Yəni, o platform ki, Azərbaycanın güneyində də bizim ağlımıza batırdı, parlamentarizm, cümhuriyyət, ondan demokrasi, insan haqları, qadın haqları, yəni bunların hamısı, bu platform, bu yol xaritəsi da ehtiyac yoxdur ki, bu günləri bir bəbəh qatili İmralıda 50 minə yaxın Türkün qanını tökən biri çıxadıya ki, filan demək ki, adam öldürən adı nədir, Ocalan demək ki, bizə yol xaritəsi gətirir. Sən kimsən? Başını duvara vurursan. Bizim demək ki, hələ 108 sənə bundan öncə Azərbaycanda yol xaritəmiz olub ki, hamısı da onun içində vardı, hər şey. Yox, indi mən güneydən gəlmişəm, İran adlanan yerdən, da gedib demək ki, İran adlanan yerdən hansı tipi, hansı şəxsi, hansı təşkilatı özümə yaxın götürəcəyəm. Ay, bunlar da demokrasi deyil, sekularizm deyirlər, ondan sonra insan haqları deyirlər və yaxud Azərbaycanın quzeyində və yaxud Gürcüstanda və yaxud başqa yerlərdə Azərbaycanlılar dururlar cinədə Rusa iqtida edirlər, Rusa. Ay, Ruslar da demək ki, demokrat filan deyirsən ki, hər iki tərəfiz, yəni o rusofil, bu farsofil, bunlar eynən bir şeydirlər. Yəni irtica və mühümatçılar və emperyalizmə və işğalçılara pənah aparırlar. Niyə? Bunu deyə bu alternativ nədir? Alternativ budur, biz Azərbaycanlıyıq, biz Türkük. Və bu da Azərbaycanda da biz, Sayın Araz bəy, biz parçalanmış millət, parçalanmış ölkəyik. Bunu kim parçalayıbdır? Bunu demək ki, Rus parçalayıbdır. Qacar dövləti, Türk dövlətidir, Qacar dövləti də hər nə, başqa ölkələr, dövlətlər kimi də savaşıblar. Rus imperiyasına qarşı, böyük Rus imperiyası, Avropa savaşından qalib çıxmış Rusa qarşı, onlar modern silahlar əlində, bu Qacar dövləti 13 il, ən azı 13 il. Ondan öncə də Rusa qarşı bu Azərbaycanda bu millət savaşıblar. Yəni, bu dar ağacını Ruslar həm Təbrizdə bərpa ediblər, həm demək ki, Gəncədə, həm Azərbaycanın quzeyində. Yəni, bu Azərbaycanlılar heç vaxt parçalanmaqla barışmayıblar.
və hətta Azərbaycanın quzeyi belə istiqlalını quranda Azərbaycanın güneyində də xiyabani hərəkatı bir türlü bu tərəfə bu demək istiqlala maraqlı idi. Amma başına töküldülər ingilislər oradan. İngilislər oradaydılar, xiyabanını qoymuşdular demək ki, yaşlarının içinə. Bilirdilər nə ola bilər. Yəni bu tarixat mən çox keçmək istəmirəm. Çanaqqalanı görmüşdülər. Bilirdilər ki, bu Azərbaycanın güneyi, quzeyi bütün bir milləti parçalanıbdır. Yəni bu günləri parçalanan millətlər, ölkələr özlər barışmırlar bundan. Koreya barışıbdı bundan, Cənubi Koreya ilə Quzey Koreya barışıbdı. Almaniya barışdı mı? Və yaxud bu günləri demək ki, Bəluçlar barışır mı? Və yaxud elə demək ki, o Kürdü, o Ərəbi kim barışır parçalanmayla? Heç kəs barışmır. Biz böyük millət olaraq niyə barışaq? Və barışmırıqsa da bir yandan gərək qaçaq, Farsa, Rusa, ona buna demək ki, dayanaq yox. Yəni Azərbaycanın quzeyində də o kəslər ki, çıxdılar, istər Məhəmməd Əmin bəy Rəsulzadə olsun, istər Əbülfəz Elçibəy olsun və ondan sonra da bu günlərdir Azərbaycanda da dövlət başçısı, Prezident İlham Əliyev də hər zaman nə qədər sıxıntı, nə qədər demək ki, hər tərəfdən Azərbaycan dövlətinin içindən bu rusofillər, bu rus qafalılar, bu fars qafalılar, mühümmatçılar, İrancılar, yalandan müsəlmançılar, bunların hamısına rağmen çoxdular. Amma ki, nə də Azərbaycanın prezidenti hər zaman çıxıb deyir ki, 50 milyon Azərbaycanlıyıq biz. O tayda bizim böyük millətimiz var. Bunlar Türkdür, biz Türkük, Azərbaycanlıyıq. Yəni bizim demək ki, Azərbaycanın quzeyində adımız dəyişilməyib ki. Ayda Azərbaycanın quzeyi var, onda güneydəkilər bəs kimdir? Orada Azərbaycandır. Və necə ki, başqa millətlər, parçalanmış millətlər, həmçinin bu günləri demək ki, farslar çıraq götürüblər, gedirlər Hindistan dərələrində, Əfqanistanda, Tacikistanda, orada, burada fars axtarırlar. Və yaxud az gətirəndə də zərtüşlük axtarırlar. Hətta da elə siz zərtüşlüksünüz, bir yandan döndərirsən müsəlmançılıq, şiəsilik, o yandan zərtüşlülük axtarırlar. İndi biz gələk öz bir parçamızdan, istər quzeydə, istər Dərbənddə, istər də dost ölkədə, Türkiyədə, duraq ki, öz parçalarımızdan demək ki, vaz keçək, biz parçalanmış millətik və Əbülfəz Elçibəy o birillik hökumətində demək olar ki, Azərbaycanın güneyini, Cənubi Azərbaycanı 100 il irəli çəkdi. Yəni, milli siyasi müstəviyə çəkdi. Yəni, Elçibəy hərəkatından öncə Azərbaycanın güneyində bir milli, mədəni intibah kiçik bir dövr vardı. Ay, bəzi adamlar ki, çıxırlar ki, o zaman qeyri-siyasi adamları yox olar, orada bizdə şeir deyirdi, kitab da yazırdı, hansı kitabı? Pəhləvi sülaləsində sənə izin vermişdilər, kitab yazasan mı? Türkçə kitab yazasan, ondan sonra siyasətdən danışasan mı? Yox. Pəhləvi sülaləsi həm özü, həm də demək ki, Rus fasonlar, ondan sonra bir türlü yalandan batıya söykənənlər, yəni Azərbaycan məsələsində Sayın Arazbər, İran adlanan yerdə bunun sağı da, solu da üzüqərədir milli məsələdə. Millətlər məsələsində bunun sağı da istər demək ki, Rusa bağlı olsun, Rus təmayülü elə bu gün də elədir və bunun demək ki, solu da fərq eləməz hara bağlıdır, meyillidir. Ona görə də bunlar üzüqaradırlar bunlar. Bu günlərdə siz görürsünüz də, hətta bu günlərdə vaxtı ilə Pəhləvi sülaləsinə qarşı və yaxud bir türlü bu rejimə qarşı savaşan Azərbaycanlılar hələ də bu günləri Azərbaycanın quzeyində olan bu dövləti özünün tam 100% özünün ki bilməkdən biraz çəkinir. Tez qaçır, ay keçmişdə hansız İran adlanan yerdə siyasi qrupdan olmuşam, hansının həvadarı olmuşam, hansının elədi, ondan dost tutum, zindandaydım, ondan demək ki, nə deyəsən, bacanağımdır, ondan qızı almışıq, gəzməyə getmişik, deyəsən, bunların dövrü keçdik. Biz başqa bir dövrə keçmişik, milli dövlətlər. Ona görə də əsarətli olan millətlərin azadlığı, bağımsızlığı, ona görə də Əbülfəz Elçibəyin indi bəlkə deməyi biraz başqa cür çıxır. Bizim də öz komandamız vardı. Bunu mən İsrağa gün, Əbülfəz bəyin məzarlığında hər il söyləmişəm, ön də söylədim. Bizim də öz komandamız vardı, güneyli, quzeyli. Və demək ki, Əbülfəz Elçibəy tərəfindən hamı da eşidir, hamı da bilir. Bütün Türkiyədə təmsil etmişəm onu. Özü də deyibdi. Mən kiməm? Mən bir güneyli idim. Ondan sonra rejimlərlə savaşmışdım və Azərbaycanın quzeyində. Amma hər zaman deyildi ki, sən filan yerdə olanda açıqcasına denən ki, mən demək ki, külli Azərbaycanı təmsil edirəm. Türkiyədə, bütün qurultaylarda və ya hətta demək ki, Türkiyədə Cumhuriyyət Sarayına, Dəmirəl dönəmində, bunların da şimdi Türkiyədə hakimiyyətlədir, hamısını mən görmüşəm. Və orada Əbülfəz Elçibəy hər zaman deyir. Muavin olaraq Sayın Rəhmətli Əbülfəz Elçibəy demək ki, o sözsüz, Sayın bəy,
Sayın Araz bəy, indi deyirlər, indi mən bu gün yaşayıram, sabah Mən bilmirəm elə nə onu olacaq, soracağım. amma Çünki tarix bu sualın içində inan biz danışıqlarda ya dostlarım bəzən verdiyi məlumatlara görə bir çox güneyli deyirlər biz rəhmətli Abbas bəyin müavini idik. Yəni o qədər ki məsələn sayı onlara 10 nəfər də çıxır. Gerçəkdən indi rəhmətli Abbas bəy bu qədər indi indi gündən müavini var idi. Ya bu nə hansı bu nə sırrıdır? Danışan deyir mənə Abbas bəyin müavini idim. indi nə məsələdir? Yəni deyirlər, Rəhmətli yoxdur, özündən soruşaq cavab. Əbülfəz Elçibəyin Kələkidə bir sözü vardı, sonra bir söhbət çıxdı. Tərk qoydular Əbülfəz Elçibəyi, hamı qaçdı. O güneylərdən söhbət getmir, quzeydəkilərdən. Və dövlət də gedirdi. Kələkidə söhbət gedir. İndi bu günlərdə görürsən ki, mənim dalımca danışanda ay deyilər mitdir, mitin adamıdır. Biri də çıxırdı, yox KGB-nin adamıdır. Mən nə onun adamıyam, nə budur. Mən Azərbaycan dövlətçiliyin, Türk dövlətçiliyin adamıyam. Və Əbülfəz Elçibəy də açıq deyildi. Deyildi ki, Əjdər mənim yerimə həm imza ata bilər, həm danışa bilər. O bütün Azərbaycanda siz buyurdunuz, onun bünövrəsini biz Kələkidə qurmuşuq. Kələkidə. Ora nə güneyli, nə yağı çatırdı, nə də Azərbaycan dövlətləri ora izin verirdi, kim geçsin. O ora və yaxud 93-cü ildə, 1993-cü ildə hələ bəzi bu adamlar siz deyirsiniz, bunlar ay mavin filan, belə hər kəs də elə formal bir mavin zat deyə bilər. Elə mən də Elçibəyin maviniyəm. Sabahda həmin adam çıxıb deyir ki, mənim cənab prezidentim o quşqondurması deyirlər. O pezeşkiyanı, məsul pezeşkiyanı. Şahiddə önəvin Allah evin yıxsın. Yalandan deyirsən Təbrizdəyəm. Ondan sonra bəlkə də saçın ağarıbdır. Və sən görmədin bu Təbrizdə bu pezeşkiyan nə gətirdi millətin başına, o tələbələrin, öğrencilərin, özü deyir pezeşkiyan. Və sən bunları görməyibsən, bu cinayətləri ki, nədə də oturub belə, cənab prezidentimiz, yəni bunlar o qədər demək gerizəkalıdırlar. Əbülfəz Elçibəy başqa bir aləmidir, başqa bir də Türk dövləti, bütün Azərbaycan, demokrasi, ondan sonra dünyəviçilik və bunların hamısında da qəbul olunurdu. Amerika kongresində də, kongresmenlərin qarşısında danışanda da, mən Amerikada demək ki, o kongresdə 3 dəfə olmuşam, hamı deyə olmuşuq, elə hər yanda oldu, biz də getdik görüşə filan, nə getdik görüşə baş. Gedib görüşmüşük biz 1993-də kiminlə bu Çaş Şamerdi, indi demokratların başçısıdır. Ona görə də o bütün Azərbaycan Birliyi söhbətini də, bütün Azərbaycan Birliyi məsələsində də Heydər Əliyev çıxdı televizyonda Azərbaycanda dedi ki, Güney məsələsini mən niyə deyim Aynes TV-də? Dedi, Güney məsələsini mən niyə deyim? Güney məsələsini Elçibəy deyir də. Və Kələkidən də Əbülfəz Elçibəy 5 ilə yaxından sonra gəldi Bakıya. Biz o bütün Azərbaycan birliyini Kələkidə bünövrəsini qoymuşuq və Elçibəy də gəlib Bakıda qoymuşuq. İndi hamı çıxıb deyir, mən də Elçibəylə oturmuşdu, burada bir çay içirdik. O bütün Azərbaycan birliyini də yaradı. Nə dövlətdən xəbərləri var, nə dövlət işindən xəbərləri var, nə Türkiyədə demək ki, çıxırlar bəzi adam necə, mən də xeyr, elə deyil. Ne yapsan Türkiye işlə söhbətlərində bilirlər nədir və Elçibəy nə cür aşırdılar, kim aşırdı, elə də hələ də fikirləyirlər ki, Elçibəy Heydər Əliyev aşırıb. Elə söhbət deyirdi. Başqa bir məsələ var idi. Ona görə də bilmirlər, hər kəs çıxırdı. Mən də elə mavini olmuşdum. Mən də Çaycı Elçibəy nəhəng bir siyasətçi idi. Elçibəy demək ki, dedi, mənim hakimiyyət mənə önəmli deyil. Əsas Azərbaycan dövləti qalsın. Əsas budur ki, bizim Türkiyə ilə münasibətimiz dərinləşsin. Ona görə də hər zaman o və əsas Güney məsələsi idi. Hər zaman bu mallalara dedi, bu mallacığazlar, bütün bizim iclaslar, qurultaylar və Türkiyədə Türk dünyasının, böyük Türk dünyasının 11 qurultayı keçib. 10 dənəsini mən Əbülfəz Elçibəyi təmsil etmişəm. Prezidenti təmsil etmişəm. Bana deyirlər də indi. İndi hamı deyirlər, mən də, bəli. Mən elə suallar soru gəldim. Çünki buyuruz. Elçibəyin danışığından sonra dediyim kimi başqa mövzularımız da var. Amma mən istəyirəm o sirahatla danışaq da. Yəni bilənmişsiniz dediniz, Elçibəy mənə tam ixtiyar vermişdi, imza çəkəm, qol çəkəm. O simət ikisi vermişdi, mavinlik idi ya birinci mavinlik. Əbülfəz Elçibəy bu bütün Azərbaycan İstəyəm onu biləm. Məsələn, bir Güney Azərbaycanlıya bu qədər güvən verməyi nədən asılı idi? Bir də gerçəkdən bütün Azərbaycan ideyasının rəhmətli Elçibəy qoydu ya ondan qabaq bu Güney Azərbaycan, bütün Azərbaycan ideyası var idi. Bütün Azərbaycan ideyasını Əbülfəz Elçibəy qoyubdu.
O Məhəmməd Əmin bəy Rəsulzadənin Cumhuriyyət kitabında da, yazılarında da, amma Əbülfəz Elçi bəy bunu siyasi bir yol xatirəsi kimi qoyubdur. Siyasi yox. Yolu demək ki, o demək ki, əsas məsələ qoyub və Əbülfəz Elçi bəyin də devrilməsi də, bir ildən sonra hakimiyyətdən devrilməsi də özü də onu bilir. Mən tez-tez Ankara'da oluyorum, heç kəsdən də mənimlə hesab kitabım zat yoxdur. Dost da, düşman da Əbülfəz Elçi bəyin devrilməsində əl-ələ verdilər. Tək Rus deyildi. Tək demək ki, İngiltərəsi deyildi. Bir dəfə bir söhbət olanda Türkiyənin MİT-in tərəfindən sənədlər çıxanda mən də əlimdə qəzetlər gəldim, Əbülfəz Elçi bəylə görüşəndə qəzetləri qoydum qabağına ki, bəli, Türkiyənin MİT-i tapıb ki, demək ki, İngiltərəlilər, İngilistanlılar o çevrilişdə əlləri odur. Baxdı və doları bunlar verib. Və baxdı qəzetədə buna bax. Bir yandan bizə deyirlər ki, Qafqazların ən demokratik lideri filanı, bir yandan da bizə qarşı çevrilişə nə var ki, neftin qoxusu və bunların bütün Azərbaycan məsələsi. Bütün Azərbaycan məsələsinə görə qısqanırdılar dost ölkələrdə. Süleyman Demirel də bəzi bu günləri millətçi deyirlər partiyalar. Küneyin demək ki, istiqlallı, bağımsızlığı görmək istəmirdilər. İndi bir də adamlar çıxırlar, ay Türkiyə, bəli, biz də Türkiyə Cumhuriyyəti olmasa olmazdı, deyirik. O bizim Cumhuriyyət. Amma bu adamlar ki, klan, dəstə, şəxslər mənafeyinə çıxdılar Elçi bəy Türkiyədə adı gələndə Türkiyə ayaqda idi. Amerikada kongresdə ayaqdaydılar. Hamı qəbul edirdi bu Elçi bəy. Bu Türk dünyasını dəbərtmişdi. Azərbaycanın güneyi küldən ayaqdaydı. Elçi bəy deyirdi, indi deyil. Ona görə də bir də adam çıxır ki, yox da çox Türkiyəlidir. Bu günləri demək ki, Türkiyədə ay nə bilim, Baxçalı belə dedi. Da özü bilir da. Elə dedi. Azərbaycanın güneyi ayaqda olanda Baxçalı çıxdı dedi ki, Baxçalı'nda mənim salam əlikim var. Dostluq eləmişik. Çox da ədəbərkanla. Amma çıxdı nə dedi? Güney o Taraqqay məsələsində ayaqda olanda çıxdı dedi ki, Amerikalılar İran adlanan yerdəki Türkləri qışqırdıyor. Və çıxdı getdi Türkiyədə, Ankara'da qəbulunda olub görüşən dedim, siz nə çıxıb danışırsınız? Siz kimsizsiniz? Belə bizlərə bilirsən nədir Araz bəy? O kiçiklik kompleksi, bu işğalçılıq, bu demək ki, İran adlanan yerdə bu köləlik bizimkilərdə bir dənə boş xarakteri yaradıb ki, Quzeydə filan kəs, Quzeydə, Azərbaycan. Adı da məmurdur, dövlət məmurudur, vəzirdir, belə deyibdir. Türkiyədə hansı partiyanın başçıları, o belə deyir, düz deyir. Nəyi düz deyir? Mənim milli mənafeyim Azərbaycanın güneyində hər şeydən üstündür mənim üçün. Onu Elçi bəy də deyirdi. Bizim yolumuz o idi. Dövlətinə, yoxsa hansı partiya büyünlər deyəcək hakimiyyətə gəlmək üçün? Mən qayıdıb dövlət başçılarına adamlar var, yaşayırlar deyəndə siz bu nədir deyirsiniz? Nə Azərbaycan İran adlanan yerdə demək ki, nə İran Türkləri? O Azərbaycanın güneyidir. Və bütün o qurultaylarda sənədləri qalır. Hər zaman biz o qurultaylarda bunların hamısı orada olublar. Aydemir Tansuçiller də olub, o zamanlar bu Abdullah Gül də olubdur. Həmin bu da indiki bu adam da qatışdırıb Türkiyəni, dövlət başçıları. Lalkam qal diye bir saat danışığında bir kələmə bu güney anlayışı bu adamda yoxudur. Heç alsan Türkeşdə də yoxudur. Özünə şaq demişəm. İndi biri də çıxır deyir ki, necə bizdən güneyli, elə bizdən xarici yaşayırıq da, bizdə. Elçi bəylə münasibət, biz də gedib Elçi bəylə çay içmişik. Elçi bəylə pro da yiyə bilərsən. Amma bu oyun içində dəyirdin. Nə sən, nə səndən yekə danışanlar da. Ağaclar Tağızadə nə deyir, biz elə ölçümüz ilgində, elə deyirdi. O dəstənin içində deyirdi. Önder Əbülfəz bəyin məzarlığında deməli orada siyasi partiyanın rəhbərləri də var. Hamı da bilirdi bunu. İndi bəzi adamlar Azərbaycanda bir ayağı Tehranda, bir ayağı Rusiyada Əbülfəz Elçi bəy o cəsarətə malik idi ki, durub demək ki, dalımızca deyirlər. Hakimiyyəti Heydər Əliyevə verdilər. Nəma düşmüşdür, hamımız latınan lütlər. Bu günlərdə Azərbaycanda televizyonlardan çıxırsa ağzına gələn deyiz. Niyə hakimiyyəti verdi Heydər Əliyevə? Sənə verirdi. Aparıb qoyacaqdı 250 Rusun əlinə. Və yaxud Azərbaycan getmişdi, vətən mən buradaydım da. Hamısında gecə gündüz buradaydım. Vətəndaş müharibəsinə gedəcəkdi. Əbülfəz Elçi bəy soralar da dedi. Dedi ki, mənə prezidentlik lazım deyir. Bu kreslo, bu üsul da lazım deyir. Mənə Türk dünyası, Türk millətinin, Azərbaycanın bir tövlücü lazımdır. Yəni görmüşdü bu kiçik Azərbaycan tək başına çətindir. Böyük güc lazımdır. Böyük Azərbaycan, böyük Türkiyə, Türkiyə ilə bir hərəkətdə. Yalancı millətçilik, ya Allah, bismillah, bizdə millətçilik. Hardan çıxardıbsan bunu? İslamçılıqla bir demək ki, millətçilik. Yox, müsəlman olmasa o millətçi ola bilməzsə. Hardan çıxdı bu?
O kadar demek ki Türk milleti var, Türk var. Ne Müslümandır, ne bir şey. Hristiyandır, Yahudidir, ateistdir, Budistdir. Çıxardıblar, yox demək ki, Türkiyədən əvvəl İslamımız, sonra da biz Türkiyə. Bunlar boş sözlərdirlər. Azərbaycanın güneyində türklük dünyəviçilikdir, çağdaşlıqdır, sekularçılıqdır, cumhuriyyətçilikdir. Elçi bəy də bunların hamısını qəbul edirdi. Hamısını. O xalq cumhuriyyətinə də baxın. İndi bu günləri Həsən də qəlyan çəkir, Hüseyn də qəlyan çəkir. Hala bu ruhu, bu idanı Tehran rejimi hələdir Azərbaycanın quzeyində çalışır ki, bu idanı öldürsün, bacara bilmir. Qorxur. Niyədən qorxur? Götürsünlər də. Elə Trump həməşəlik qalmayacaqdı ki. Xoruz yoğurdu, səhər olmur. Olmurdu. Bu Trump'la buna Netanyahu bir türlü haqq hesabı alandan, haqq hesabı özləri öz aralarında bilir, nə oyunlar çıxardırsa biz bilmirik. Haqq hesabı alandan sonra çəkib gedəcəklər. Amma demək ki, Azərbaycanlının bu Türkün haqlı davası davam edəcək. Zindanları doldur, gündə də nə qədər edam. Gör nə qədər, demək ki, bu Azərbaycanın güneyindən bəziləri gör nə qədər gerizəkalıdırlar. Hər gün İran adlanan yerdə edamlar davam edir. Hər gün edamlar davam edir, zindanları doldurublar və çıxır biri də belə elə, yox da bizimki də orada prezident də. Sən heç qanırsan ki, sənin bu prezident oradakı Milli Təhlükəsizlik Şurasının rəisidir. Yəni hər nəyə gələ onun imzasından keçə, bu Pezeşkiyanın imzasından, hər şeydə o imzalamalıdır. Bu edamları da ondan sonra o 44 bin ya 42 bin ya 35 bin adamı ki 1-2 gündə qırdılar və Azərbaycanda ki 100 ildir bu baskı, bu soyqırım, bu işgal gedir, bu rejim də o birisi rejimin davamçısıdır. Bu Tehran rejiminin Fars dövlətçiliginin prezidentidir. Ya əlsəyaksız ya hər nə. Ya hər nə, ya da ki mən demişəm. Tehran rejiminin içində özləri deyirlər adı mətərsək. Amma mən onlardan qaba demişəm, hə bu quş qondurmaz deyə gətiriblər burada oyun kimi. Yeri gələndə demək ki, qalibafdan filanlar şapalaqlar, sən dur ayında, sənlə formal burada göstər də, yəni mətərsək. İndi bizimki Azərbaycanlılar çıxır, yox siyasi partiyalar, o siyasi adamı filan da yaz, oldu. Sən siyasi adamsan, əgər bu dövlətçiliyin mahiyyətini bilirsən, Azərbaycan türkünün Azərbaycanda və quzeydə dövlətçiliyin mahiyyətini bilirsən, niyə gedirsən və yenidən o Farsa yapışırsan? Niyə gedirsən yenidən Azərbaycanın quzeyində bu Rusa yapışırsan? Nə var ki, mən demək ki, Azərbaycanın quzeyində ay Rus məni hakimiyyətə gətir və yaxud Azərbaycanın quzeyində ay Mallah və Gəncədə o işi gördülər də. Əbülfəz Elçibəyə qarşı Gəncədə oyunda bir tərəfi Tehran rejimi idi və başqaları da hamısının orada əli var idi. Çinliyə Güney Azərbaycan demə Elçibəy, Azərbaycan Türkü demə. Və Əbülfəz Elçibəy bilə-bilə bu dövlət qalsın deyə bu dövləti saxladı Heydər Əliyevlə. Hər kəs öz gücünü ortaya çəkirdi. Əbülfəz Elçibəy də var olan gücü Heydər Əliyevdir. Heydər Əliyev Ruslar istəyirdi orada öldürə, abırsız eləmişdilər Rusiyada. Abırsız eləmişdilər, gəlmişdi Azərbaycana, Azərbaycanda da qanuna yeriləyirdilər. Hə? Ona görə Naxçıvana getdi Əbülfəz Elçibəy də o zaman prezidentidir. Dəfələrlə görüşdü, dedi bu dövləti saxlaya bilərsən, o bilirdi. Tanıyırdı bu sistemi, onunla bu soveti, bu filanı, dedi saxlayaram bu dövləti. Saxla da. Bu Azərbaycan dövlətçiligidir. Bu Azərbaycan dövlətdir. Saxlaram və bu günlərdə bu dövlət hələ qalıbdır. Nə bunu Tehran həzm edə bilir, nə Rus həzm edə bilir və nə də ki, bəzi demək ki, dost ölkələrdən bəziləri də çıxır ki, gedək İlham Əliyev, Hamasla oturaq. Nə Hamasla? Hamas Tehran rejiminin demək ki, sağ əli idi, vuran əli idi. Gəl Hizballahı dəstələyək. Gedək, sən Xalid Məşəli aparıb Ankara'da oturdarsan, amma Güneylinin, bir dənə Güneylini ki, öz ağlı ilə, öz şuuru ilə gələk Güney məsələsinin bağımsızlığını deyə onu qoymazsan. Qoymazsınız və qoymursunuz. Elçibəy o deyirdi. Elçibəy Güney deyirdi, ağlayırdı. Elçibəy Sovet dönəmindən. Demək ki, gedib o demək ki, o zindanlarda daş özdə bilirdi. Çox savadlıydı. Əşədli savadlı. Ömrünün axırına kimi kitab oxuyurdu. Axırına kimi. Onu demək ki, Amerikalılar da bilirdi. O kongreslədir. Ona görə də Güney deyəndə hələ Sovet dönəmində. Güney deyəndə Güney deyib ağlardı. Və ağlar yəni bilik əsasında. Və o bütün Azərbaycanı yaradandan sonra da orada, onu demək ki, başda o idi, biz yaratmışdıq. Və sonra da mən o Güneyliləri bu Bakıda, bu Azərbaycanda tutub gətirirdik, ona deyək ki, hər yandadır, Güneylidir, gəlsin burada olsun. Burada olsun. Burada olsun da demək ki, bu Güneylidir. Düz deyə bu quzeydən də biri də vardı, tinləyirdilər. Yox qardaşlar, biz özümüz burada varıq. Elə Güneyin məsələsidir. Nə Güneyin məsələsidir sən biləcəksən. Vardı, tapıldı bu Azərbaycanda. Bir az elə çəkdin qabağa ki, yaxşı, gəlsən də bu Güney məsələsində də. Çıxdı elə Güneyin də lideri mənəm, Elçibəyi də mənəm. Sən Elçibəyi ola bilməzsən.
Elə deyil. Elçi bəy ola bilməzsən bir cumhuriyyəti, bir dövlətçiliyi demək biz adı durasan deyəsən ki, Azərbaycan qalsın, dövlət qalsın, mənə hər neyləsi olsun, eyb yoxdur. Eyb yoxdur. Bunu gözümün qabağında eləyibdir. Gözümün qabağında. Ona görə də Azərbaycanın güneyində bu milli hərəkatın, bu milli siyasi hərəkatın bünövrəsini qoyan əsas o fikir, iddia məsələsini Elçi bəydir. Düzdür, bizim Azərbaycanın güneyində insanlarımız bir də çıxıb deyir ki, axı qardaş yox, elə biz yox, elə deyildi. Bir dövlətin imkanlarını və Türkiyəni də bu yola çəkmişdi. Və Türk dünyasında, bütün o Azərbaycanda gedən qurultaylar, hamısı var, bu günlərdə gizlədirlər. Biri də götürür onu biraz o ənlə vurur götürür. Gətirirlər Elçi bəy iddiasını Sayın Araz bəy. Azərbaycanda hakimiyyət davasına qatırlar. Ay demək ki, day sən, day biz Elçi bəyi, ondan İlham Əliyev sən dur ayağa biz oturaq. Daxlı var. Sən istəyirsən hakimiyyət istəyirsən Elçi bəyi seç. Elçi bəy o deyir ki, nə hakimiyyət davası, nə filan, Güney məsələsi, heç deyildi, Güney məsələsinin hakimiyyət davasına qatmayın. Bu günləri çıxıb deyirlər ki, elə bu Elçi bəy deyənlər hamısı da İlham Əliyevin düşmanıdır. Sən düşmanısan, biz deyirik. Sən deyirsən İlham Əliyev, dur ayağa biz oturaq. Sən deyirsən. Ona görə də məsələ buradadır ki, bu günləri çox şeyləri qatırlar. Bunlar elə bilirdilər ki, bəziləri. Elə bilirdilər ki, Elçi bəy olmasa Heydər Əliyev qayıdacaq. Ondan sonra köhnə kommunist idi. Azərbaycanın quzeyində kommunistlik qayıdacaq. Bunlar o Sovet dağılanda ki, yaralanmışdılar, ürəyi yaralanmışdı, yara götürmüşlər. Yenidən buranın yaraları sağalacaq. Bax, görürsən Heydər Əliyev, Politburo. Bir də gəlirlər, nə kommunist, nə filan. Elə söhbət deyil. Və bu İlham Əliyev də o keçən illər içində gördü, çıxdı, axır dedi, qardaşım, Məhəmməd Əmin bəy Rəsulzadənin 100 illigini qeyd eləyəcək. Dövləti onlar qruplar. Və demək ki, Azərbaycanın 200 ildən sonra torpaq bütövlüyünü və hər yanda da, istər Ada Universitetində, istər Üzbəkistanda, durdu Erdoğanın gözünə baxa-baxa dedim, mən bu sekularçılığı davam etdirəcəyəm. Onu Erdoğan bildi nə deyir. Azərbaycanda nə iqtidarçılar, nə müxalifətçilərin səsi çıxmadı. Heç kəsin bir sətirdə ki, sekularçılığı, dünyaviciliyi bu deyib, götürək 5 sətir yazdı. Oy, Tehran rejiminin ürəyini sındırarıq. Tehran rejiminə filan deyərik. Bir gecə yalandan millətçi, bir gecə yalandan demək ki, Hizbullahçı, bir gecə yalandan demək ki, demək ki, Putinçi, bir gündə demək ki, Aşuraçı, Məhəmmədçi, bunların çoxusu elə demək ki, İrançı, çoxusu İrançı. Əbülfəz Amba bunların hamısının içindən 7 baş, 7 boyun ucaydı. Sayın bəy, yəni siz deyirsiniz, rəhmətli Elçi bəyin dövlətinin davamı elə indiki dövlət Sayın İlham Əliyev elə həmin dövlətin davamıdır. Doğru mu? Yəni demək ki, kim əksini deyir? Elçi bəy çıxıb deyirdi, demək ki, Elçi bəy çıxıb deyirdi, Türkiyə Cumhuriyyəti dövləti ilə bizim əlaqələrimiz o qədər də federasiyamız olmalıdır birlikdə. O zaman çıxırdılar Elçi bəy başda olmaqla mənim özümü də. Çünki hər gün Türkiyədəydim, çıxıb deyirlər, ay bunlar mitə işləyirlər, mitlə işləyirlər, itə işləmirik ki biz. Əgər mit də bizə işləyirsə, laf yox. Yox, bunlar nə KGB, nə KGB, hansı KGB? KGB Rusiya gedəndən öldü, getdi Azərbaycan. Yəni, Azərbaycanda demək ki, əsas Azərbaycan bizim adımıza bir dövlət olmalıydı, Azərbaycan adına. Burada, Qafqazlarda bir dövlət Azərbaycan adına, o bayraq dalğalanmalıydı. Və bu günlərdə bu dalğalanır. 200 ildən sonra demək ki, bu torpaqlar geri alınıb ermənini Azərbaycandan 200 ildən sonra çıxardıb və Rusu çıxardıb. Əbülfəz Elçi bəy, Sayın Araz bəy. Bunu mən deyirəm, məsuliyyəti məndən. Əbülfəz Elçi bəy tək başına Kreml sarayında, Kalxa Kremlində, Moskvada, Yelçindənim. Moskvaya çağırıb Əbülfəz Elçi bəy tək başına Rusiya, Azərbaycandan Rus ordusunu çıxardıb. Tək başına, özü də hamısında oturub ikimiz bir yerdə söhbət eləmiş o qaranlıq gecələrdə və fərqdən. Tək başına Rus ordusunu çıxardıb Azərbaycan. Qarabağa soxulandan sonra yenidən Ruslar soxulmuşdu. Bu dəfə Azərbaycan dövləti başçılıq edib ona İlham Əliyev. Azərbaycan dövləti, Azərbaycan ordusu. Yəni biz erməniyə birbaşa və dolayısıyla Rusa qalib gəlmişik. Başqa qonularımızda var, vaxtımız birdən. Əfəndim, buyurun. Mən Sayın Elçi bəy bir dənə suallarla qurtarım. Sizdən ricam budur, ona da elə qısa cavab verin, topucu qonamayacaq. Onda niyə rəhmətli Əbülfəz Elçi bəyin dövləti davam tapmadı? Yəni bu qədər əgər... Mən sizə söylədim də, Əbülfəz Elçi bəyin 2 məsələyə görə dövləti aşırdılar. 2 məsələyə görə. Birincisi, Türklük. Türklüyə bu yalandan Allahu Ekber, Bismillah, ay müsəlman, elən söhbət yox. Gəldilər, dedilər Qarabağ savaşında.
Ay bunlar ermənidir, biz də müsəlmanlar, Qarabağda İslamdır bu, Əlcübeydi bu müsəlmanla erməni davası. Bu bizlə Rusun davasıdır. Bizlə Rusun və o erməni atıb qabağa. Bizlə, Türklərlə, biz Türk'ük. Türklük davasıdır və bir də Azərbaycanın bütövlüyü. Azərbaycanın güneyinin bağımsızlığı, Azərbaycanın güneyinin istiqlalı və bütün Azərbaycan dəfələrlə, söhbətlərlə, həmişə. Yoxsa mən demək ki, Ərdəbilin, Nəmin mahalının, Kanaza kəndindən, Tehran rejiminin əlindən qaçmışım biri gələcəkdi. Demək ki, Avropalarda yaşayan biri deyəcək, keç mənim yerimə danış. Bunlarda birindən də bağrı çat deyirdi. Sağ əli olan adam demək ki, bağrı çat deyirdi, filan filan elçivə gətirib başımıza çıxardı filan. Başda nəyə çıxmışdıq? Bu dövləti qorumaq istəyirdi də. Nə etmədik ki bu dövlətə? Bu dövləti qoruduq. Dövləti sağlamağına. Və sonra da deyəndə ki, Əjdər, dövlət getmiş dedim, bəy, dövləti, axır ki bizi bunu istəyirdik, dövləti saxladı, saxladı. Və sonrasından da Əbülfəz Elçi bəy də hörmətlə Heydər Əliyevin icazəsi olmasaydı, kim gələcək? Çoxu da istəmirdi ki, Əbülfəz Elçi bəy Kələkidən Bakıya gəlsin. Heç kəs istəmirdi, qoymaq istəmirdilər. Ətrafındaşlar biri dəstədir, hamısını demirəm. Əbülfəz Elçi bəy birdən-birə Bakıya salam əleykum, Heydər Əliyevin demək ki, icazəsi vardı gəlir. Və gəldi burada bütün Azərbaycan birliyi yaratdıq. Hamı da gəldi. Və çox adam da, bağışda onu üzr istəyəm, 700 nəfəri tədbirdə də, axır dedim, bax gördünüz, hamımız baş əydiz, Elçi bəy də orada hamımız baş əydiz, gəldiniz, imza atırsınız, bu təşkilata gələsiniz. 600 min nəfər imza toplanmışdı Birləşmiş Millətlər Təşkilata verə. Və əsas da mən çalışırdım, mən özüm. Ki, Güneyliləri çəkəm, ora gətirəm, Güney adı gəlsin, Güneylə əlaqələrimiz, Güneydi, filan Güneydi, Türkiyədə, Ankara'da da, İstanbul'da da, hər yanda və dünyada da Güney məsələsini özü də hər zaman deyirdi. Güney məsələsini qoyun, Güney məsələsini. Belədir, yəni Əbülfəz Elçi bəyin doğum günü sizə də, bizə də, milləti bizə də, Elçi bəy bir gün yoxdur. Elçi bəy də Azərbaycanda biz Güneyli olaraq hakimiyyət davasında da aparmamışıq, heç vaxt. Dövlətimiz qalsın, kimsəyə də yaltaqlıq eləyək, kimsəyə elə söhbətlər yoxdur. Dövlətimiz qalsın və bu gündə bizə mübarəkdir, Elçi bəy yoxdur, iddiası var. Bu günləri Güneydə o hərəkat gedir, o iddia var, kimsə onu demək ki, poza da bilməz. Bəylərimiz, xanımlarımız orada o mücadiləni, ya zindanlarda, ay sıxıb, ay gül sarıları, ay gəldi, İslam belə gəldi, Təbrizdə, biz və yalan, boş sözlərlə. Millətin, əsas millət, sözün deyən, fikrin deyən millətin hələ dili də bağlanıb, qolu da bağlanıb, həbslərdə, zindanlarda və Təbrizdə də, Ərdəbildə, Urumiyədə millət baskı altındadır. Buyuruz bəyəfəndim. O Sanacda bəy, mən belə bu konu San rəhmətli Elçi bəyin bu 88-ci il dönümünü qoymayla belə qurtaraq bir dənə sual soruşursam, sadəcə onu da istəyirəm belə biləm. Öz marağımdır da. Rəhmətli Elçi bəydən sonra Güneylilərin təklif orada nə oldu? Güneylilər, sizlər var idi, başqa dostlar var idilər. Bunlar niyə qalıb elə həmin hökumətin içində siyasi fəallarına davam vermədilər, ya qaldılar, ya... Mən sizə deyim, Əbülfəz Elçi bəy ətrafında bir çoxu Azərbaycanda və Türkiyədən çoxları Azərbaycanın güneyindən olan şəxsilərin və demək ki, fərdilərin Azərbaycanda dövlətdə bir demək ki, üzviyyətləri olsun, yoxdur, qoymurdular. Və Əbülfəz Elçi bəy Kələkidən qayıdandan sonra Xalq Cəbhəsinin 3-cü qurultayında mən çıxış eləyəndə qurultayı da Əbülfəz Elçi bəy aparırdı. Dedim, Əbülfəz bəy, qərar belə döyürdü. Əbülfəz bəy qayıtdı, orada çıxışı var. Dedi, bəli, biz səhv elədik. Bu Azərbaycan dövlətinin yox, biz hakimiyyətin səhv idi. Və ondan sonra hər zaman deyildi ki, dedi, hakimiyyətə gəldimsə, gələndə də mən Güney məsələsini birinci yerə qoyacağım. Bunu Kələkidə də, dünyada da, Türkiyədə də hər yana getdi və bizlərlə münasibətdə də dedi, orada kimsələr, adamlar ya qısqancılıqdan ya filandan və bir iddədə elə bil ki, bu Güneydən gələnlərin bir iddəsi də bəyənmirdilər bu millətçiliyi. Heç millətçiliyi mahiyyəti nədir? Bu millətçilik hansı millətçilik? Onlar da qanmırdılar bir iddə. Ona görə bir düşmanlıqla, demək ki, Türkiyəyə başqa bir xor baxırdılar, Azərbaycan dövlətinə belə bir baxırdılar və belə fikir edirdilər ki, Əbülfəz Elçi bəy olmayanda Heydər Əliyev olsa, bunlar hamısı yuh elə deyirdi. Heydər Əliyev də hakimiyyətə gələndən sonra elə hər zamanda və bu gündə hələ o qanunlar, mən 1000 dəfə elə Bakıdan bunu demişəm ki, cənab prezident, cənab İlham Əliyev, söylədiniz 50 milyon. Bunun icabı nədir?
bunu aya məclisə bir qanun götürülübdür. Biz 90-cı ildən demişik ki, Azərbaycanın güneyindən olan insanlara burada de yuri və de facto və de yuri vətəndaşlıq verilsin Azərbaycanlılara və Azərbaycanda bura çeşitli yerlərdə işə alınsın. Hələ bu nə Türkiyədə, nə Azərbaycanda olmayıb. Amma bu o mənada deyir ki, biz Azərbaycan Cumhuriyyəti dövlətinə xor baxaq və yaxud Türkiyə Cumhuriyyəti dövlətinə xor baxaq. Elə deyil. Biz bir İDA tərəfdarıyıq, bir yolu gedirik və o yolda da bu günləri Türkiyədə də və Azərbaycan Cumhuriyyətində də bu millətin və bu dövlətin tərkibində olanlar və elə dövlətin başında olan adam da 50 milyon Azərbaycanlı və bir də tez demək ki, saraldırlar ki, yenə də bu 50 milyon dedi bu İlham Əliyev, yenə də demək ki, Güney məsələsini qoydu, əlbəttə. Və güneydəki hərəkat da öz işini görür. Ay biri də deyirlər ki, yox da nə deyilsə, Amerika gəldi, İsrail gəldi, bu məsələlər dayandı, bitti. Elə şeylər yoxdur. Elə söhbət yoxdur. Bu hərəkat davam edir. Bu hərəkat da quzeydə, güneydə əsas dayağı millətdir. Və məsələ buradadır. Əbülfəz Elçibəyin dəfələrlə çıxacaq. Şuur məsələsidir. Milli demək ki, siyasi şuurun güclənməsidir. Onun insanların mənimsəməsidir və Azərbaycanın güneyində də siz bunu məndən yaxşı bilirsiniz. Bu məsələni bizim demək ki, insanların çoxu mənimsəyibdir, bəli. Mən sualım buydu. Rəhmətli Elçibəyin qatından sonra Güneydilər sizin özünüz. Başqalar niyə qalıb? Quzey Azərbaycanda siyasi fəaliyyətə davam vermədi. Yəni onu istəyirəm biləm. Niyə Güneydilər? Əbülfəz Elçibəy söylədim sizə, bir İDA qoyucusu idi ki, Azərbaycanın bütövlüyü və bu İDA-yı yayılsın və bu günlər isə Azərbaycanın quzeyində demək ki, baxmayın, bu İranofillər, nə deyirsə, bu mühümatçılar çıxırlar və bunların da mahiyyəti bəlli olur. Siz bu günləri Azərbaycanda, özəlliklə bu son ildə görün nə qədər rusofil tutulubdur. Prezident aparatının başında oturan adam 30 il bizə qarşı, 30 il bizə qarşı, özümə qarşı, Əbülfəz Elçibəyə qarşı. Biz bir komandaydıq da, bunu hamı da bilir də, gizlətmirdik. Biz bir komandaydıq və demək ki, adam prezident aparatında olub, prezidentə İlham Əliyevə qarşı çevrilişə bunlar hazırlaşır. Neçə dəfə? Və bunlar demək ki, o Gəncə qiyamında Sürət Hüseynovla falı bizə qarşı, türklücə qarşı, millətçilicə qarşı, bütövlücə qarşı, Güneyli demək ki, sözün deyən Güneyliyə qarşı burada bu işlər gedirdi. Amma bu günləri də kimsə çıxıb deməyib ki, Azərbaycanın quzeyində siz işinizi dayandırın, ay buradan demək ki, Tehran rejiminə qarşı belə söhbət yoxdur. Burada da Azərbaycanın güneyindən olan adamlar gəlib gedir, amma bu günləri hamı da onu istəyir ki, yəni Güney məsələsi gərək Türkiyədə də, Azərbaycanın quzeyində də Əbülfəz Elçibəy dönəmi kimi gərək gündəlikdə ola. Milli siyasi gündəlikdə ola, Azərbaycanın siyasi gündəlikində ola. Bura Azərbaycanın demək ki, Güney Azərbaycanın böyük bölümüdür. Əgər bu olmasa, bu hər gün bu Tehran rejimi, bu Rus rejimi hər gün bir oyundan çıxacaqlar. Azərbaycana hər demək ki, həftə 9, mən 8 bunlar bir çevrilişə, bir fitnələrə əl atacaqlar. Ona görə söhbətin davamında mən sizə deyəcəm. Biri gəlir, ay Zəngəzuru belə eləmin, biri gəlir, ay Azərbaycana muşək atır, biri gəlir, deyirsən ki, bunlar hamısı, nə hamısında qorxusu nədir? Təbrizi də bərtmə, Urumiyyə ilə işin olmasın, Azərbaycanın güneyindən danışma, yəni qorxu bunların içində belə oturub ki, Azərbaycanda da bir iddia var ki, bunlar kravatlı mollalar və kefkomlar, yalancı bəylər, elə deyil. Elə dövlətdə bir dənə mənə versinə, gedim çalım çapım, bunu mən demirəm, Azərbaycan dövləti. Yəni adamlar demək ki, elə gedir o işə oturdu, deyirsən, bu deyil belə millət, dövlət, indi bu belə çapıbdır birdən-birə milyardlarla, 5 milyard, 10 milyard dolar yox. Bunlar çapıbdır filan eləyib və bu Rusun tulasıymış ki, bu demək ki, Farsın tulasıymış ki, bu İransı filan. Necə ki, bu bahanə elədilər, bu quş qondurmazı, bu Məsudi, Məsud da demək ki, Dəccalın biridir, bu adam şarlatanın biridir. Və biri də demək ki, elə bil ki, oturmuşmuşlar Bakıda, Bakı yer gör şairdir. Şairi qutaran deyil. Dəyər daşı qaldır, altından bir şair çıxır. O atdan gələcək, burada Heydər Babadan bir dənə bəyt olar. Bu adam heç yazı pozu bilməyəndə bu cəmaət bilirdi Heydər Baba yəni nə. Görürsünüz, İran adlanan yerdən biri də gəldi, özdə prezident Heydər Baba oxuyur. Yediz. Biri də atlandı, düşüyor ortaya. Day oldu İran adlanan yerdə bizim da. Prezident orada bizimdir. Bu fitnələri görmürsən, bu cinayətləri filanı. Hər halda bu İDA burada oturub, Elçibəy həyatda olmaya, o İDA da oturubdur, o işini görübdür. Və Azərbaycanın quzeyində də
Sabahları belə demək ki, bu olacaq da, bu güneydə bu hərəkat baş qaldır. Baş qaldıracaq İran adlanan yerdə demək ki, fırtınadan, tufandan qabaqçı bir sakitlikdir. Baş qaldırıb qaldıracaq da kimsə də bunun ay Viyana görüşü, ay razılıq oldu filan bu zadın qarşısında yəni irtizaçılığa qarşı, ondan sonra mühümmatçılığa qarşı, işğalçılığa qarşı burada İran adlanan yerdə nə Azərbaycan türkləri, nə də başqa millətlər heç kəs razılaşmayacaq. Mən təşəkkür edirəm dəyərli izləyicilər. Biz rəhmətli Elçi bəyin 88-ci o il dönümünün haqqında və onun ideyasına görə danışdıq. Bundan sevgili sərdaşlar oldu, eşitdilər. Mən birazdan nömrələrinizi burada yanlış istəyəcəm, qoyacağım. Əgər dostlar istəsələr, sual soruşurlar. Vaxtımız olacaq əlbəttə. Çünki vaxtımızın 45 dəqiqəsi bu məsələ ilə getdi. Sanjda bəy, bu gün Orta Doğunun, İranın və demək olar Amerikanın məsələsinə qayıdaq. O müzakirə olundu, bir sülhnamə yazıldı. Ondan sonra amma yenə bu demək olar bir-birinə bu saldırılar hala davam tapır. Dünənlərdə bildiyiniz kimi Amerikaya, İrana, İran bir neçə gəmiyə, hətta Bəhreynə. Acaba gerçəkdən atəşkəs olub yox, bu savaş idaməsi var. Sadəcə bunlar kağız üstündə bir şey yazırlar və bu çox önəm daşımır. Saldırılar davam tapır. Bu necə olacaq? Bunun sonra bu saldırıların Qalibafın da dünən nərdisi demək olar 1-2 gündən qabağa Azərbaycana gəldik və orada da elan elədi ki, biz Azərbaycan dövlətindən çox razıyıq, tutumu bizə görə yaxşı idi. Hala danışdı və görüşləri də oldu. Bu məsələləri necə dəyərləndirirsiniz? İndi bu Qalibafı ki, siz də məndən qəşətərsiniz. Qalibaf istər ki, şəhərdar olan zamanı, istər ondan öncəki zaman Qalibaf demək ki, bu günləri deyirlər, bu Netanyahunun İsraildə çoxlu pərvəndəsi var, hakimiyyətdən düşsə ilə zindana və yaxud deyirlər ki, Trump'ın o qədər da pərvəndəsi var, 40 dənə məhkəməli işi var, elə sabah düşəcəyin zindandır. Bu, Qalibafın İran adlanan yerdə ən güclü korrupsioner, oğru, adam öldürən və o hicrə tir deyirlər, Xatəmi dönəmində. Bu da demək ki, o Əmirabadda çıxıb o binanın üstündən danışçuları, tələbələri birbaşa tollayan bu idi. Motosikletlə özü deyir. Motosikletlə minib motorundan demək ki, güllə vuran insanlara, tələbələrə, öğrencilər bu deyir. Bu adam demək ki, bütün cinayətlərə özü də deyir. Mən meydan adam idim filan. Yəni demək ki, corsumi fəsaddır bu adam. Corsumi fəsad. Və bəllidir ki, bu günləri özü də deyir, deyək ki, nə müştaba, nə filanı, qutarım o müştabazat yoxdur, telefon səsləri qalır. Ona görə də bunlar o dəstərin içində çağrılışırlar ki, nə olmuş olsa, demək ki, xala xətrin qalmasın, bu Tehran rejimini demək, ayaq üzrə saxlasınlar, belə görüntü yaratsınlar. Bu da demək ki, Amerikanın, İngiltərənin, Rusinin və filanın da demək ki, xeyrinə demək ki, bir şey deyil. Və 12 günlük savaşda Trump işi bağışlı onu, Netanyahu işi qutarırdı. Sonrasından Trump da dedi ki, Netanyahu qaytar uçaqları da, mən sənə deyirəm uçaqları qaytar dalım, mən danışıram, yaxşı adamlarla danışıram Tehranda. Yaxşı adamlar kimmiş, biri Əhməd İnəcadmış, özləri dedilər. Yaxşı adamların biri də kimmiş, bu quş qondurmazdan, bu Qalibafdan filandan. Bunu Trump deyirdi. Mən yaxşı adamlarla danışıram. İndi Trump'a deyirlər, bu atəşkəs olub. Niyə vurırsınız bu Viyana görüşündən qabaq? Deyir, hə, o qabaq biz bərk vururdıq bunları, amma indi yumuşaq vururuz. Yəni körfəzdə, bu Ərəb körfəzində, o qıraqlarda vururuz bəzi şeyləri. Necə ki, siz də buyurdunuz, demək ki, Bəndər Abbasda, Siridə, Qeşmidə, yəni bunlar ki, orada o füzələri gizlədirlər. Ya misal üçün, Qalibaf bu günləri gəlir Azərbaycana və Azərbaycanda deyir ki, ay dost ölkələr, qonşu ölkələr, ay demək ki, sənin o qara üzünə necə gəlib deyirsən, sən Bəhreyndəki müsəlman ölkəsini vurubsan füzələrlə, Qətəri vurubsan, Ərəbistanı, Səudi Ərəbistanı vurubsan, ondan Əmaratı vurubsan, hətta Omanı ki, demək dostum, hətta Azərbaycanı, hətta Türkiyəni. Hamıya aydı yox, bizlə Amerika gəlsə, savaşsa, biz dünyanı buranı ota çəkəcək. Biri də çıxıb demək ki, ay hayasızlar, nə qədər hayasızsınız siz. Amerika ilə bədəmizdir, ey mərcbər Amerika, gəl Amerika, o cinayətkar o Qasim Süleymani. Qasim Süleymani deməkdir, ey Trump'ı qomarbaz, mən hərifidəm, gəl da, gəl görək, gəldi də. Və niyə qaçıb deşikdə gizlənirsiniz o arvad uşağı, o cəyənvəyən, beçara arvad uşağı tökürsünüz gecələr çölə. Və demək ki, orada demək ki, əbru şeytunlər, ondan sonra da o küçəbazanı, o çadırları fəhhaşxanə eləyirsiniz, yarım saatlı siqə. Ay o Pezeşkiyan quş qondurmaza çıxıb deyir, 25 milyon gəlib buraya.
Yaxşı 25 milyonu gətirdin o uşaq paslarınla və sizin balalarını filanı. Və bunun qalanı hani? Və bunun 80 milyonu hardadır? Və demirsən 96 milyonu, 25 milyonu gətirdin orada. Deyək, yox, sən gəl. Hani bunun 80 milyonu? 40 milyonu, 40 bin nəfəri ki, bir yolda öldürübsən. Elə gələn gündən ki, qırıbsınız. Gələn gündən. Burada yox da, o köydə ödə. Məsələn, o vaxt ki, öldürmüşdük, o filan şey oldu, o filan. O sonradan da öldürdü. Nə deyirsən? Qıra-qıra gəlibsiz, gedirsiniz. İndi. Ay, Viyanada nə sayın, bəy, Viyanada nə danışıqlar gedib, biz onun hamısı bilmirik ki. Hamısı bilmirik. Niyə orada ay 13 maddə belə dedik, ondan sonra bu günləri Ceyvənstırıq deyəcək ki, bunlar nə qədər hayasızdır, bizdən bir şey danışırlar. Sonra televizyonlara başqa şey deyirlər. Elə bunlar həmişə belə idi. Səddam gəldi, Xumeyninin bıyınızın sındırdı. Cami zəhri ona içirtdi. Bunlar çıxdı, dedi ki, xeyr, Səddama qalib gəldi. Gəlir deyə Tehrana, bu Amerika olmasaydı. O mücahidlər orada tiyatr çıxartmasaydılar, gəlirdi, Səddam gəlirdi. Bunların 8 il içində Favi, Cəzairin Məcnuni aldıqlarını Səddam 24 saatda aldı. Gəlirdi bunların dədəsini yandıra. Amma yine çıxdılar da biz Səddama qalib gəlmişik. Belədir bu oyunlardır. İndi də deyirlər Amerikaya da İsrailə qalib gəldi. Hələ də, indi bax bu günləri sizinlə biz danışırıq, hə? Hələ də bu günləri Tehranın ətrafında, Şərəcdə İsrailin uçaqları uçur. Və dünənləri Bəndər Abbas filanı Amerika vurub. Amerika görür ki, o göydən bir dəfə bu Şurəvi zamanı, Şurəvinin Şurəvi zamanı, Andropov zamanı idi deyəsən. Orada bir söhbət oldu Sovet dönemində. Amerikalılar dedi Ruslara, dedi çox atılıb düşməyin. Biz o sizin o yer üzündə olan, qarada olan o zabitlərin, əfsərlərin, o sinindəki ulduzların da oxuyur bu Amerikalılar. İndi də bu Amerikalılar bilir hansı deşikdə sən nə gizlədibsən, özü də qorxularından elə o rəsai çıxıb deyir ki, Qalibov gedib Bakıda hökmüldəmə, geç sən o məclisin deyirlər başçısan, bir iclası çağır da, çağır o yığılsına gör nə gör, onda o Kuçizadə çıxıb başlarına oyun gətirəcək. İndi gəlir, Qalibov başda deyir ki, Zəngəzur məsələsi, sən qələt edib başını duvara vurursan, mən dünən İsraildə Bakıda televizyonların birinə dedim, sən kimsən? Şul olsun o Bakıdan olan millət vəkili deyilər. Millət vəkilləri oturublar buna da baxırlar. Qayıdıb orada demiş, hələ kəs səsini. Sən nə danışırsan? Azərbaycanın topraklarını, Azərbaycan dövlətinin qalib gəlib ermənini quş həddinə gətirmişik. Oturub erməndə başqa bir əlacı yoxdur. Sən kimsən durub deyəsən ki, Azərbaycanda Zəngəzurun açılmasına. Sənin o demək ki, bu günləri yaxsallarda qalan Seyid Əli Xaməneyni bızxanadadır, harda saxlayırsınız. O zaman durdu, o zat otura, Erdoğan otura dedi Zəngəzur. O zaman mən dedim, Erdoğan, sən Türkiyə Cumhuriyyəti dövlətinin Cumhurbaşqanısan. Qayıdıb buna demədin ki, bura bax görüm, mənə nə? Sən danışsan Azərbaycanda, özə sən kimsən? Sən prezident də döyürsən filan. Adamın demək ki, otururlar, belə baxırlar ki, gör nədir? Qalibovun hansı protokolda, hansı haqqı var ki, Azərbaycan Cumhuriyyəti dövlətinin Bakıda protokoldan kənar, çıxa Azərbaycan mediasında da bir də qoyun baxırlar. Da deyir, Zəngəzur olmaz, açılmaz. Zəngəzur açılacaq. Ya bunu da İlham Əliyev deyib ki, ya gücünə, ya xoşuna bu yolu açılacaq. Bunu da o demək ki, ya pulla, hər nəyinə. Bu günlərdə bizim orada, o keçən aylar, elə siz nə tribundan danışmışdı. Dedim, Paşinyan, neçə aylar qabağı? Paşinyan qalib gələcək. O bizim demək ki, dövlətimizin xətti, pulu, imkanları, hər nəyinə. Yəni, baş əyibdir Türkiyə. Orada da durubdur bu günləri, meydan oxuyur, deyir, qondarma soyqırım, yalandır bunlar hamısı, Rusun ortaya atdığı bir şeyləridir. Azərbaycanla sülh sazişini imzalayacaq, Zəngəzurda açılacaq, bətə təhsil Zəngəzur yox. Neçə dənə oradan, yuxarıdan da Azərbaycandan belə oradan xəç edəcək. Türkiyəndən sərhəd açılacaq. Ay demək ki, demək bütün bizim Türkiyənin şəhərlərinə doğru Ermənistan üzərindən, Azərbaycanla. Ona görə də bu günləri Tehran rejimi çıxıb deyir ki, biz demək ki, qonşu ölkələrlə qardaşlıq münasibəti. Qardaş qoydunuz qala, nə qardaşlıq? Onlar hamısı gedib İsraillə də qardaşlıq eləyəcək. Amerikanın deyirsiniz ki, Amerikanın demək ki, burada o, nə deyirsən, ordu düşərgələrini yığışdırırsınız. İndi hamısı deyir ki, Amerika olmasaydı məhv eləyəcəydiniz bizi. Ona görə də bu günləri, bu sülh sazişi heç olmasa, bunu siz də, biz də Azərbaycanın güneyindən olan bu bir söhbətdir ki, əlbəttə, Trump'ın orada öz məsələsi var. Netanyahu deyir ki, mən bu missiyanı yerinə yetirməliyəm. Utanmalı da özləri bilir. Onların öz mənafeyləri var. Biz Azərbaycanlı olaraq
Biz də demək demirik ki filan. Ha, vay dədavay İranı çox bağışlayın, üzr istəyəm Araz bəy. Bəli. Vay biz durub çıxacağıq deyəcək, dədavay İrana dəymə, İran ufolar, biz İranı qorumalıyıq. Bıraxın bu millətçiliyi, bıraxın Azərbaycan məsələsini, bütün Azərbaycanı ondan qoy demək ki, ötə İran qalib gəlsin, müqayba elə söhbət deyil. Bunlar özləri Amerikanı çağırıblar, İsraili gətiriblər, İsraili dənizə tökürdün filan eləyir. O da gəlib vurur. Vurur əcəb eləyir. Əcəb eləyir, vurur səni, vurub da dağıdıb. Danışığımızı vaxta görə biraz vaxtımız yəni bir saat oldu. Yəni məsələ budur Araz bəy. Bağışla onu üzr istəyəm. Biz Güneylilərə, ay biri də çıxır yazır, mən görürəm zatlarda. Ay sən tərəfdarıydınız, ay bu millətçilər də istəyirdi İsrailin. Xeyr, İsrailin öz mənafeyi var, bizim də öz mənafelərimiz var. Azərbaycan Türkiyə olaraq. Bütün Azərbaycan, Azərbaycanın güneyini istiqlalı. Məsələ budur da. Mən bir dənə soru sözlədim buna görə, amma çünki İsrailin öz mənafeyisi var, bizim də öz mənafeyimiz var. Elə mənim elə sualım budur olsun. Bizim əgər öz mənafeyimiz var ki, doğru deyirsiniz, bizim öz mənafeyimiz var. İsraillə mənafeyimiz bizim ki, əslən tutmaz, imkanı yoxdur. Mən dəfələr demişəm, İsrailin özü də bunu kimin yanında büyün olduğu bəllidir. İsrail büyünlərimizi çəkilməzdən o İranın coğrafiyasının necə bölünməsini biz bilirik da, əgər siyasətçi biz bilirik də İsrail danışanda, sözcü danışanda, Mossad danışanda ya o nə bilim İranda olan təşkilatlarla, qruplarla ki Kürtlər olsun, ki Türklər olsun, ki Ərəblər olsun, görüşləri bəllidir bunların yol xəritələri nədir İsrailin. Onda niyə bizim bəzi təşkilatlarımız, bəzi insanlarımız, bəzi siyasi fəallarımız illa elə İsrailin tutumunun dalındadırlar və İsrailin gəlib o saldırılarından, hər nəyindən düfə edib və elə bu məmləkətin qurtuluş yolunu sadəcə İsrailin Amerika bilirlər. İsrailin Amerika gəldiyi gerçəkdən bugünkü demokrasi, bilmirəm, o demokratik səviyyəsində bir İrana gətirdiyi olacaq. Yox, İsrail gəlir, parçalasın özü istədiyi kimi. Özü istədiyi kimi. Araz bəy, baxın, mən kimsənin qarşısında özümüzü müdafiə edirik, elə söhbətlər yox. Necə ki, Netanyahu çıxdı bir dəfə, dedi ki, demək ki, Fars milləti, Fars dövləti, bunlar Kuroşun evladı, mən də çıxdım, elə televizyonda demək, Netanyahu, nə danışırsan sən? Nə Kuroşun evladları, nə Fars milləti, nə Fars dövləti. Heç bunu Barack Obama da zamanında, demək, başı duvara vurursa, sən nə danışırsan? Və yaxud, Trump günləri harada deyib ki, Trump, demək ki, mən demokrasi gətirəcəyəm, insan haqları gətirəcəyəm, millətlərin azadlığını gətirəcəyəm, elə deyil. 100.000 Kürdi gətirib orada saxlayıblar, silahla, pılla, Qərbi Azərbaycandan keçəcəkmişlər, elə o günlərdə biz etiraz edelim ki, amba. Biz duracağıq, bunlar İsraillə savaşır, Amerika ilə savaşır, gedirdilər İsraildən durub Tehran rejimini biz dəstəkləyəsi deyirik. Hətta çünki İsrail gəldi, Amerika gəldi, biz də demək ki, Tehran rejimi qorumaq zorundayıq. Xeyr, o sizin davazdır, o bizim savaşımız deyil. Vurursunuz birbirinizi, vurun, qırın birbirinizi, dağıtsın birbirinizi. Vurub Tehran adına yerdə salamat bir yer qoymayıbdır. Amma bu günləri pərdə arxasında kimlər gedir bu Amerika ilə və dolayısıyla İsrail ilə danışır? Söhbət milyardlardan getmir. Söhbət trilyonlardan gedirək Trump'da danışır. Tehran rejimi boynuna alıb. Qutarıb Erası, Xameneyni, nə deyirsən, Vəliyev, Fəqihi ilə filan dövrü bitib day. Bunlar hərəsi istəyir ki, özü büzür özünə yapışdıra, orada özünü demək ki, qoruya, öz dəstələrini. Ona görə Trump da deyir ki, yaxşı, mənə nə fərq eləyəcək, olmasın Əli, olubsun Vəli. Amma bizə bu günləri Azərbaycanlı olaraq deyə sən gəlməsəydin Trump, gəlməsəydin də, demək ki, bunlarla bizim hesabı sürüləcəkdik. Hesabı sürüləcək bu millətlər və başda Azərbaycan türləri. Amerikada gəlməsə də, İsraildə gəlməsə də, bu günlərdə ağızlarına söz düşür. Hə, yaxşı da gördünüz də, İsrail gəlib bir şey eləyə bilmədi, belizi qırıbdı. Ona görə də, amma bizim yolumuz davam edir. Bu yol davam edəcək. Bu yol demək ki, ay Amerikanın getməsi ilə, gəlməsi ilə filan, bu İran adlanan yerdə, bu qondarma İran adlanan yer dağılacaq. Bunu da Əbülfəz Elçi bəy də, bizimkilər də, öndə gedənlərimiz də, biz də, bizim davamız bitməyib ki. Azərbaycanın güneyinin demək ki, ay istiqlalı İsrailə bağlıdır. Amma bizim İsraillə düşmanlığımız da yox, deyə belə. Düşmanlığımız yoxdur. Nə düşmanlığımız var bizim Yahudi milləti ilə? İsraillə niyə? Tehrana görə, ondan Hamas'a görə, durub Hizbullah'a görə, ay dada, biz də bu İsraillə savaşmalar. Niyə? Bir də avamın, biz də mühümasınız var. Ya, yox da, biz də həbəşəcə bu emperyalizmi Amerika ilə savaşaq da.
Nə görə bizi savaşan adamımız buradadır. Ona görə də bunlar da gedirlər hər zaman Amerikaya yol açan, İsrailə yol açan bunlardılar. Bunların siyasətidir. Və bu yalancı bəzi qruplardakı var dəstələr ay çıxır deyirlər ki, aday millətlər də üzü millətçilər bağışlayır. Hansı millətçi? Üzü qara çıxdılar. Niyə? Ayda bunlar gülürlər İsrail gələ. Demək ki, İsrail gələcəkdi əgər demək ki, aşıracaqdı bu rejimi lap yaxşı. Və amma əgər deyirlər ki, biz gözləyirdik ki, İsrail gələcək ki, millətlərə azadlıq gətirəcək, Amerika gətirəcək. Xeyr, elə də söhbət onların öz dövlət mənafeyi var. Bizim də öz mənafeyimiz var. Milli və milli dövlət mənafeyimiz var. Hətta bu cümlə ərz edeyim xidmətinizə. Sayın Araz bəy, Azərbaycanın güneyində bizim milli dövlət mənafeyimiz hətta dost ölkələrin milli mənafeyindən də üstündür. Dostluğumuz yerində, qardaşlığımız yerində, hər şey yerində. Əsas bu günləri Azərbaycanın güneyinin bağımsızlığı hər şeydən üstündür bizə. Bu Türk savaşıdır. Aydın bir dənə öncü Türk savaşıdır bu. Və bu da Azərbaycanın bağımsızlığı, bu günləri Azərbaycanın günündə bu bütün Azərbaycanın yaranmasıdır. Biri də ay qorxur, biri də ay demək ki, bir nə deyirsən, bir loxduriysə yetişiblər, hardan bir şey qopardılar filan, onlar başqa. Əsas budur ki, Azərbaycanın güneyinin bağımsızlığıdır. Bəli, mən buyurun. sizdən indi bir cür soruşum. Çünki sizin tutduğunuz mən Güney Azərbaycana görə, özellikle Batı Azərbaycan, Qərbi Azərbaycana görə bilirəm və indi danışımızda dilə gətirdiniz. Sizin tutduğunuz indi o plan işi var idi. İsrailin təvəssütü ilə, Amerikanın təvəssütü ilə kütlə silahlanıb. Hatta mən filmdə vardı, istəsəz mən yayabilirim də o BBC-nin. Görmüşəm. Ziyarqul gəldi danışdı, dedi, hatta Arağın Ərbildə, Süleymaniyədə, o şəhərlərdə cuşqarılar belə, o kanaqçılar belə tribal yapışdırdılar maşınlara. Hazır idi ki, girələr, Amerika eylem ilə və girələr. Acaba siz də o tutumdasınız, onlar Kürtlər oradan gələrdilər, Batı Azərbaycandan keçərdilər, yox, siz onun müxalifisiniz. Mən bilirəm. Xeyr, elə deyildi. Biri də adam da bunun qoxusunu almışdı. Hələ aylar qabaq, o demək ki, Əbdi Məzlum intervyu vermişdi, verəndə deyildi ki, bizi Kürtlər Türkiyədə var, Suriyədə var, İraqda da var. Amma Əbdi Məzlum deyirdi. Amma bizim əsas məqsədimiz haradır? Demək ki, Soğuqbulaqdır, Azərbaycanın güneyin deyildi. Və həməşə deyib. Hələ o zaman mən deyildim, bunlar filandır. Və yaxud mən zaman dedim, ay Erdoğan, sən nə işlə məşğulsan? Bu PKK-nı burada gücləndirirsən, o calanı çəkib aparacaqsan Böyük Millət Məclisinə. Bunların projesi başqa bir şeydir. Bunlar YPG-dir, ondan sonra filan. Bunlar hamısı əlbirdirlər, yüklənirlər Azərbaycanın güneyinə qarşı. Keçən sənələr içində siz məndən yaxşı bilirsiniz. Bunlar demək ki, Qarakəndidə və ondan sonra Urumiyədə, bunlar indi gətiribsən 100.000 nəfəri orada, Urumiyənin kənarında buna Jiyarqol var, bir dənə jurnalisti elə də demək ki, faşist gedənin biridir. Jiyarqol durub gedirdi orada intervyu alıb, deyir ki, mən indi buradaydım. Buradan da demək ki, nə deyir sizə, pişmərgələr gedirlər silahlı. Mən o zaman dedim, buna baxın, o pişmərgə dedi gün adamlar ha tərəfə doğru gedir o teröristlər. O gedir bizim sərhədlərə tərəf, Urumiyə doğru gedirlər, bizim şərtlərə doğru gedirlər. Hələ bu illər qabaqdır. İndi sual belə yaranır. İndi sual belə, bizim bəzi təşkilatlarımız, bəzi siyasi fəallarımız niyə bunu dərk eləmirlər ki, siyasi fəallar niyə dərk eləmirlər ki, teröristli qrupları gəlib Urmiyədə xeyməsini qrup orada oturacaqdı. Üstə getməyəcəkdi. Rejim, İran rejimi ilə davaya girməyəcəkdi. Və Amerikaya deyəcəkdi, mən üz istəyirəm, sualımı qutarım. Və Amerikaya israr edəcəkdi, mən buranı aldım, mən buranı çıxardım, dövlətin qolunu burada qırdım. Bəhanə necə ki, bundan öncə Suriyədə elədi, bundan öncə Əraqda elədi. Mən buranı kontrol edirəm, siz gedin oyunda savaşın. Gedin siz, məsələn, Təbrizdə, bilmirəm, Zəncanda, Tehranda savaşın, mən bu yanı kontrol edirəm. Yəni, biz bilirik də bunların planı bu idi. Amma bizim siyasi təşkilatlarımız niyə hala bu məsələni savunurlar ki, niyə kütlər gəlmədilər, niyə kütlər silahları, yəni narahatdırlar. Kütlərin gəlməməqindən narahatdırlar bizim bəzi təşkilatlarımız maalesef. Bunu nədir siz açıqlayırsınız, nədir dəyərləndirsiniz? Sayın her şey, bu dünya çok kesilibdir. Yani adamlar tez kaçtılar bu Kürtçıqazlarla, Pejak'la, ondan sonra orada hamısı oradaydı. Hicri ilə filanla çıxdılar orada, əvvəldə gizləndiler, mühtədizat gizlətdilər. Yox, biz Amerikalılarla danışırlar, yalan deyirlər. 3-2000 yalan danışırdılar. Danışmışdılar, ondan sonra oradan koordine olunmuşdu, bu da Ərbildən belə.
Ondan biri bunlar da bizden de bəzi Azərbaycana qaçdı, tez imzaladılar. Biz də o cəmaatın içində olmalıyıq. Bir dəsi qaçdı da xalq mücahidlərindən. Ədə Tulaytdən bunda. Ha, nə var ki, bu günləri Tehran rejiminin demək ki, dəstəkçisini olmayaq deyə qaçıb xalq mücahidinə və yaxud demək qaçıb sən Kürdünə. Bu Kürd gəlir Türkiyədə məhv edib sənin demək ki 50 min adamı öldürüb. İndi də sümük işğalı Türkiyənin boğazında. İndi bu səfər gəlir Azərbaycanın güneyinə, gəlir bu Urumiyə. Ama biri de tarixi bilənlər bunların sloganlarının, bunların oyunbazlıqlarının, bunların bayraq çıxartmasını, bunlar gəldi girdi Urumiyə. Bu Urumiyədən bunları çıxartmaq olacaq mı? Kim çıxartacaq? Amerika mı? Kim? Sənin neçə dənə təmsilçin var Amerikada, Trump'ın yanında? Sanəclər bəy, elə bu savaşın ortalarında o məlumatı ki biz aldıq, plan buydu da, plan buydu. Biraz Kürtlər bir tərəfdən işğal eləsin, biraz önündən bilmirəm, mücahidlər bir tərəfdən işğal eləsin, biraz Bəluçlar işğal eləsin, biraz Ərəblər işğal eləsin. Və biz Azərbaycanlarımızın, əli qolu bağlı və Amerika desən, mənim işim rahat oldu. Sınırlar işğal olundu. Sınırlar işğal olundu, mən içəridə qəşə savaşa bilirəm. Amma ən böyük kötəyə zərbəni yiyən biz Azərbaycanlıydıq. Bizim torpaqlarımız... Sayın Araz bəy. Buyurun. Sayın Araz bəy, bunlar gətirib bir dənə açməz. Bir dənə demək ki, bir yola çıxardılar. Hədə görürsən Kürt gəlib burada 100 min dayanıb silahı ilə, Amerikanın pulu ilə, o yandan Bəluçları demək ki, oradan soxular, bir yandan Ərəblərlə danışmaq buradan soxular. Sonra nə? Sonra nə? Onda da bəlkə, hatta da biz də məcburuq da gedək, onda baxın. Onda da bizdə Tehran rejiminin Məsud Pezeşkiyanın quş qondurmasının kənarında dayanmalı. Aman İran əldən gedəcək. Sən buranın heç biri deyil. Sənin yolun var. Azərbaycanın güneyinin bağımsızlığı, Azərbaycanın torpaq bölgü Urumiyə də onun üstündə demək ki, Qoşaçay da, ondan soyuq bıraq da hamısı. Və Azərbaycanın bütövlüyü. Sən əgər bunu Türkiyədə qəbul elətdirə bilmirsənsə, o sənin, mənim, bizim və Türkiyədəkinin yönətimdə olanın günahıdır. Sən əgər onu demək ki, Azərbaycanın quzeyində qəbul elətdirə bilmirsən, mənim 1000 dəfə də Bakıdan çıxarsınlar. No, gəlib deyəcəyəm ki, siz düz deyirsiniz, Pezeşkiyan, İranın Pezeşkiyan demək prezidentidir, Təbrizdə də Kulaf rəngini də açdılar, hər şey keyfdir, orada hamı çalır, hamı oynayır. Deyirsən, bunlar oyunbazlıqdır, bunlar nədir? Azərbaycanın güneyinin bağımsızlığı və bu Kürt təhlükədir gəlir. Bu PCK-dır, bu PKK-dır, bu gəlir. Yəni demək ki, sən Qəndildən bunları əmdirirsən, bunlar Urumiyə kənarında hər zaman barındırılıblar. İndi Trump'ın öz mənafeyi var. Trump da sabah gələcək güneyliyə ağlayacaqmı? Amma bu o mənada deyir ki, çıxacaq İrancı kommunistlər gördünüz də Amerika emperyalistisi. Yox, biz gedəcək Amerika ilə savaşmağa. Sən də gedəcəksən Tehran rejiminin qucağında lalay eləyəcəksən, hə? Bizi də onda çağıracaqsan. Gəlin də dayın görürsünüz. Muştaba indi qeybidən hər şeyi özü bilir, qəşəng rəhbəri gedir. Hamısı bunlar oyunbazlıqdır. Azərbaycanın güneyinin bağımsızlığın təpəsində gedir. Azərbaycanın güneyinin bağımsızlığını eləmirin. Ya gedin demək ki, Trump'ın qucağına, ya gedin Tehran rejiminin qucağına, ya gedin İsrailin qucağına filan. Amma durub da əks halda gəlib durub bunların hamısına qarşı savaşasan. Nə savaşmaq? Məsələ budur, Azərbaycanın güneyində bu millət savaşıb da hərəkatı da vardı. Milli hərəkatı bu günlərdə Sayın Araz bəy, üzr istəyirəm. Adamlar çıxıb deyir, hədə elə biz də milli hərəkatdan desin sonra. Sən gedib xalq mücahidinə imza atırsan, oturursan ondan bir yerdə oldun milli hərəkat. Sən gedirsən demək ki, oturursan demək ki, prezidentim adım Pezeşkiyan deyirsən oldun milli hərəkat. Sən getdin demək ki, ay demək ki, oturdun PKK ilə filanla imza atın oldun milli hərəkat. Harası bunu bağlayır səni ora? Sənə görə biz bir saat aşırdıq, elə mən bir izahat verəcəm. Bunun ardından o suallar yapacaq. Ona elə son danışığınızda ona o mənim danışığımın ardından deyə bilərsiniz. Biz yaxşı bildik də bu savaş necə başlandı. Trump necə gəldi, İsrail necə gəldi, biz bunu hamısı yaxşı bilirik. Trump və sonra özü iddia edildiğine göre, özü dediğine göre işte daha bir iddialar məndən istəydilər və mənə yalvarırdılar gələnlərə mən bonus alam məmləkətlərinə. Yəni Trump bunu dedi də. O da ki o eşikdə İranlılar ki var idilər, təzahürat edilər, İsrailin bayrağını götürdülər, nə bilim. O müşavirlər Pəhləvi tərəfindən var idilər, Trump'ın dövlətinə yanlış müşavirliklər verdilər ki, sən 5 günə vursan millət tökəcək eşək və bu rejimi çevirəcək. Trump ki bu oyunun içində qalmışdı. Bir o oyuna girdi Trump. Bəlkə Trump öz fikri ilə gəlsəydi, bəlkə İsraillə bərabər özlərinə görə əvvəldən gəlsəydilər, elə İran rejimini yıxardılar. Yıxardı və hökuməti dəyişərdi, bitib gedərdi. Amma bunlar gəçəkdən bir oyuna gəldilər. Həm Rıza Pəhləvi tərəfindən, həm elə Kürtlər tərəfindən,
Həm də çünki onların da bir oyunları var idi. Kürtlərin də bir oyunları var idi. Nə bilim, Pəhləvi günündə bir oyunları var idi. Onu Trump'ın əli ilə istəyirlər bu coğrafiyada aparsın qabaq. Çünki Trump özü bir gücdür da. Trump ki bunu bildi, bu oyunun içində işi yarımçılıq buraxdı. O şiddətlə ki İranı vururdular, İsrail də Trump'ı da. İsrail dedi, da vurma, yetər, get. Mən də bildim da, yəni gəldi özü dedi da, dedi, mən oyuna gəlmişəm. O siyasət dili ilə dedi ama. Bu arada demək olar Kürtlərə əlbəttə biz hər zaman demişik, Kürtlər terörist qruplarını deyirik da, biz onlara bir fürsət yarandı. Silahları alır, ama biz gedərik, Batı Azərbaycanı işgal edərik. Hə, biz hər zaman deyirik, bizim millətimiz güclüdür. Nə bilim, bunun qabağında dura bildik. Bəli, olduğu zaten qabağında duracaqdıq da bir gəlişdə torpaq verməyəcəyik. Bu başqa konu. Amma önemli söz budur ki, necə biz bunların oyununa gəlirik. Bizim təşkilatlarımız bunu görə necə bunun oyununa gəlirlər. Mən əgər burada Sarıcda bəy Türkiyə faktör olmasaydı, bu planların hamısı olacaqdı. Türkiye'den biraz bu Kürtlər məsələsi ki, Türkiyə elan elədi, əgər İranda iç savaşı düşə, mən məntəqəyə hail yaratmaq zorundayım. Yəni məntəqəyə hail, sonra da bizim xəbərimiz oldu, 300 kilometr da 600 kilometrə görə deyildi. Yəni gəlib Batı Azərbaycanı olacaq, Urmiya torpaqlanacaq gələ bildi. Və Kürtlər bu məsələni biləndən sonra ki, baba biz daha Suriyədə ki o qədər getmişdik qabağa, illər qaldıq. Batı Azərbaycan məsələsində yox, öblə qala bilmərik. Amma bizim təşkilatlarımız burada Azərbaycan faktoru ola, Türkiyə faktoru ola. Gedib siz dediniz kimi mücahidin yanında otururlar. Kürdün yanında otururlar. Diyalog yaxşıdır. Diyalog olsun, biz hər zaman diyalogun tərəfdarıyıq. Amma mənim torpağıma görə, mənim evimə görə hansı diyalog? Hansı işbirliyi? Sarıcda bəy, mən bir-iki silahlı savaşır, silahla gəlir və gözü mənim torpağımda, namusumda, şərəfimdə, coğrafyamda və gəlib bir oturup mənim evim qırağında, mən onunla nə alış-veriş edə bildim? Mən onunla sadəcə üzbəüz savaşmaq zorundayım. Amma mən ona nə cür deyə biləm? Deyəm, sən gəlib mənim 3 dənə otağımı işgal edibsən, birin bir özümə, ikisin olsun, sən otur günən. Belə bir şey olur mu acaba? Belə bir şey olur mu? Yəni mən əgər olanla danışsaydım, ya bunu danışardım. Şey mən hər zaman demişəm, əgər biz Kürtlərlə qərarda danışaq, heç problem yoxdur. Sənəndə torpaqlarına görə danışacağıq. Biz bahanəyə görə danışacağıq. Onlar onu qəbul edəsələr, 8-ə görə, Ustanı Kürdistana görə qəbul edəsələr, bir dəqiq, bizim burada türklərimiz var, Bicarda budur, bax, türklərimiz vardı. Biz buraca müzakirə edək. Onda olsun. Gələk gəlim, bu Kürtlərin də yaşamların Qərbi Azərbaycanda bunları biz necə demokratik səviyyəsində bunlara biz izin verəcək yaşasında, buna görə də biz danışa bilirik. Amma sən öz millətini o yöndə ötürübsən, hələ gəlibsən burada öz əcdadı torpağında onu qoysan müzakirəyə. Buyurun Sayın Əjdər bəy, mən bu qədər izah verdim. Qalanın siz 5 dəqiqədə, 10 dəqiqədə danışım proqramımızı sunursunuz. Araz bəy, Türkiyə Cumhuriyyəti dövləti bizim cumhuriyyət, amma bir öhdəlici var. Hər kəs yönetimdə olur olsun. Azərbaycanın güneyində olan milli hərəkatı zamanıdır və bu da demək ki, tarixdir, zamanıdır. Yəni bu günləri Azərbaycanın quzeyi bağımsızlığını əldə etdi. Dahi Turgut Özal'ın dediği ki, dönəm deyil. Ay ora şiədilər, onlar bizə nə daxlı var, Rusiyanın xeyr. Azərbaycanın quzeyi istiqlalını bərpa etdi, Türkiyə zərəli dəymədi ki, heç. Türkiyədən də Cumhuriyyətə bir zərər gəlmədi. Azərbaycan o yolu gedərək quzeydə toprağını bərpa elədi və bu günləri dünyanın hər bir yerində bu ermənilər Türk diplomatlarını öldürürdülər. Türk səfirlərini öldürürdülər. Terror edirdilər dünyanın hər bir yerində. İndi bax gör, demək ki, nə günə qalıblar, Azərbaycan qalıb gələndən sonra demək ki, tütəklərin qoydular ciblərinə, getdilər işlərin dalına və bugün yalvarırlar sərhədlər açılsın. Bu günləri Türkiyə Cumhuriyyəti dövlətində belə bu millət ki, Türkiyədə bu millət bilir bu türlüğün Azərbaycanın güneyində güclənməsi, yəni nə? Bu günləri bir öhdəlici var. Yəni bu gün demək ki, Amerika silahı ilə və yaxud İsrail Suriyədə əldə etdikləri silahla dünənləri bunlar çıxırlar Qəndilə, Qəndildən gəlib o sərhəd kənarı. Mən edim demək ki, nə deyirsiniz, Məsud Barzanının, ondan sonra Nəsirvan Barzanının ayağının altına qırmızı xəli salan, Türkiyədə sənin ayağının altına bunların qırmızı xəli salırdım.
Sənin Azərbaycan Cumhuriyyətinin altında ayağının altında. Bayaq siz mənə dediniz, mən də qalıram, nə cür cavab verim? Hə? Sənin Azərbaycanın demək ki, quzeyində bunların ayağının altına qırmızı xəli salırsan. Siz Azərbaycanın güneyində bağlı, güneyi ilə bağlı öhdəliğiniz var, yerinə yetirməlisiniz. Bu günləri demək ki, ay Trump sıxır deyişən silahları verdik. Onlar dedilər, silahlar çox göçəkdi, özlərində götürdülər, pılı da götürdülər, filanı da. Gör təhlükə, bu gün də bu təhlükə qalır. Elə bilirsiniz, bu Tehran rejimi qalacaq. Amerikalıların orada min dənə oyunu var. Bizim də borcumuz deyil ki, Trump'ın kəlləsində olanı, ya olan Ağ Evdə hansı fikirləri, qurublar, sızırlar, dökürlər. Onlar demək ki, oturaq, demək ki, açıqlayaq. Ya bizim də belə, bunlar da belə fikri. Yox, bizi də yine də deyirəm. Öz millətimizin, öz ölkəmizin mənafeyi. Bu günləri biz tarixin demək ki, bir təhlükəli döngəsindəyik. Orta Asiyada. Bu günləri çıxıb deyirlər ki, ay Türkiyəni İsrail demək ki, hədələyir. Ay Suriyədə mənfəətimiz nə oldu? Ay teröristləri çəkirlər qabağa. Bir dənə Azərbaycanın güneyindən söhbət yoxdur. Və belə də bir dənə oyun oynayıblar ki, day demək ki, Azərbaycanın güneyində olan bu millətdə İran demək ki, zadı qalıbdır. Vay da vay İrana bir şey olar. Aman da İrana bir şey olmasın. Ay demək bunun şeyxçisi, bunun şahçısı. Amerika dedi də, Trump dedi. Məhəmməd Rızanın oğlu ilə bey, çıxın meydanlara, kömək gəlir, kömək yaxındadır. Bunu Trump dedi. Bunu kiminədir Məhəmməd Rızanın oğlu ilə yeri göğü doldurdular televizyonlarla. Ay gəlir. Tehran rejimi də qoydu duşkaları, qoydu silahı, öldürdü. Bunu Trump deyil, 44 bin adamı öldürdü 2 gündə. Və sonra da hər şey, ya ne oldu? Hani bu Məhəmməd Rızanın oğlu? Ay şahsıdır millət. Millət nə şahçısı? Bunları demək ki, qapazının qovalayıb bunun dədəsi cinayətkarı. İndi çıxıb deyir ki, o keçmişdən danışma. Onda sən nə qələt eləyirsən? Sən kimsən? Əgər o keçmişin o Məhəmməd Rızanın oğlu deyirsən, kimsən? Mən nə iddia edirsən? Şah oğluyam. Cinayətkarsınız siz, Azərbaycanlılar bağışlayın. Və bu rejim də, o rejimin davamısı, bunlar da cinayətkardılar. Azərbaycana Xumeyni qoşun göndərir. Bənisət, Azərbaycanda demək ki, soyqırımdan da pis edirlər və bu günlərdə bunu davam edirlər. Bir yerə gətirib çıxardıblar açməz nöqtəyə. Yəni Azərbaycanlı şahsının, ondan sonra PKK-çının, ondan mücahidin qarşısında qayısın Amerikanın, İsrailin qabağında Tehran rejimini da qoru qardaşlar görürsən də bir nə günə düşür. Xeyr, bu mürəkkəb oyundan sən düz analiz çıxartmalısan. Ay demək ki, Trump deyir ki, mənə Erdoğandan bir dənə zəng gəldi. Sən Erdoğana qulaq asarsan, Trump. Sən kimə qulaq asırsan? Olmasın Meloniya, olmasın Macron'a, olmasın demək ki, Zelenskinin başına nə oyun gətirdin sən? Olmasın demək Putinə. Xeyr, sənin öz mənafeyin var, çıxardadır, deyirsən ki, öz Amerika dövlətinin mənafeyi. Mən pul gətirəcəyəm, mən neft gətirəcəyəm. Venezuela kimi. Ya deyirsən, düzdür, öz mənafeyin var. Tehran rejimi deyirsən, 47 ildir, bunlar da bizim demə əskərlərimizi öldürüb, gəlmişik, hesab kitabı çürüdək. Amma işlərimiz var. İsrail də deyir ki, gəlmişik, biz sizin qabağınızı yanmayacaq. Bizə nə düşmüşdür, durub sənin qabağında dayanaq. Amma bizim demək ki, bu Azərbaycanda güvəndiyimiz yerlər var, umduğumuz yerlər var. Azərbaycan Cumhuriyyəti dövlətindən və Türkiyə Cumhuriyyəti dövlətindən. Tehran rejimi istəyir belə göstərir ki, Azərbaycan da bizdən qorxur. Bax, Naxçıvana, əlan baxın görün orada sınırda. Yüzlərcə Azərbaycanın tırları orada Tehran rejimi alıb pasportlarda o şoförləri sağlayıb orada. Yüzlərcə tırı. Və deyir ki, bax gördünüz, füzəni atdıq, səssiz də çıxmasın. Bir dəfə İlham Əliyev çıxıb dedi ki, şərəfsizlər. Şərəfsiz deyilsən, bunlar gücə tabi edilər. Hamısı yavaşcalı başladılar. Yox, zarafatsızdır bu adamın. Hə? Və yaxud Erdoğan da gərək çıxıb demək ki, nə oldu və İstanbulda danışıqları qoymadılar, götürdülər demək ki, Pakistana. Nə oldu? Pakistan belə İstanbuldan çox güclüdür, belə çox gəlişmişdir. NATO'da belə yeri çox möhkəmdir. Elə deyirdi axı. Burada bir Türk qorxusu var. Azərbaycanın güneyindən olan insanlarımız da gərək demək ki, gedib demək ki, ay mücahidinlə, ay PKK ilə, ay Kürdlə imza atmaq yerindən yapışmalıdır Türkiyə Cumhuriyyəti dövlətindən, inşarcı dövlətdən yox. Türkiyəyə qarşı çıxmaqla yox, düşmanı sevindirməklə yox. Qarşımalı Türkiyə Cumhuriyyətindən istəməlidir ki, bu güneydə necə ki, Elçibəy kimin, necə ki, Rəsulzadənin Sayın Araz bəy Türkiyədən çıxardanda Rəsulzadəni dedi, ağlaya-ağlaya gedir. Amma heç vaxt Türkiyədən ümidini qırmadı. Və o cürdə necə getmə, o cürdə qayıtdı orada da. Elçibəydə də belə idi. Dedim, mən Elçibəydən, mən Türkiyədən heç vaxt Türkiyəyə qarşı Rus sözlüğü ilə, Fars sözlüğü ilə oturmam. 3 dənə deyib, sanki vermədilər, vermədilər. Bəli. Əjdər bəy, mən təşəkkürüm sizdən. Baxın, bu adam 2 səhifədə görürsünüz, yalqı oldu.
Tanıyıram, qəşəng tanıyıram. Bəli, BBC-nin jurnalisti, yazarı, muxbiri, xəbərnigarı bu iddia edir, yalan da iddia eləmir, doğru, dediği doğru. Deyir, indi mən farscadır, siz elə türkçəsini deyərsiniz, mən də deyəcəm. Deyir, Ərağın şimalında, Kürdistanında İran-Amerika savaşında Amerika onlara o kadar pul vermişti, silah vermişti. Hatta küçələrdə belə qaynaqçılar, cuşqarlar, ki dəmir yapışdırırlar. Maşınların üstünə silahlar, tuşqaları qoydular maşınların üstünə. Tuşqaları qoydular. Yəni adlı millət, eşikdən gələn küçə. O ki istəyirdi gələcəklə Azərbaycanın qərbinin, qərbi Azərbaycanın torpağına, necə ki Sulduz olaylarında Banədən, Arağın Kürdistanla gəlmişdilər. Bilmirdilər, mən o afsakkarlardan değişirlər, deyirlər o Sulduz olaylarında deyir, bu bəzi qoydular qaçalar, bu dərci düşəndən sonra. Deyir, bizdən bunları tuturduq, deyir, gördük, burada tanımırlar da küçə məhəlləni. Deyir, valla mənim sizdən xəbərim yoxdur, elə mənə dedilər gedəcək, biləcək bu qədər bir yerdə gedəcək, ev, mev, hər şey verəcək. İndi biz bunu deyirik və bu faktla deyirik, bunların belə bir planı vardı. Bizə deyirlər, bu rejimin sözüdür, bu İran İttihatı Sübhanı sözüdür. Biz de kütlerle bile filanlarla üz böldük. Baba ne üz böldü sanırsan sen? Böyle bir telişat geldi senin torpağını işgal ediyor. Ben bunu beraber eşidək. Sadəcə bu da BBC-nindir da. Mən Sayın Araz bəy, üzr istəyirəm. Mən bunu hələ neçə ay qabaq bu adam birinci. Həm Məzlum Əbdi ilə görüşəndə, həm demək ki bu görüşündə eyni bu söhbəti ki o zamanki söhbət gedirdi. Hətta Ağ Evdə o danışıqlar olanda Ağ Evdən ki çıxdılar, Hicri deydi mən danışmadım, ondan Möhtədi deydi mən danışmadım, ondan Ağ Evdə hamısı o oyunları məndə bir siyasi adamam. Güneyli olarak bir siyasi adamam. 51 ildir işim nə budur. Hay bir dənə latdan, lotudan filandan çıxıb nə belə də elə deyil. Bizim de Azərbaycan Türkü olarak niye Elçibəy deyirik? Oradan bir cığır yolu açmışdı Əbülfəz Elçibəy, Güneylilər özləri danışsın. Türkiye'de Çankaya köşkünəcək. Bu günlərdə deyirik ki, Azərbaycan dövləti, Türkiye Cumhuriyyəti dövləti öhdəlici var Azərbaycanın güneyi ilə bağlı. Və bu günlərdə bu oyunların hamısı budur ki, yaxşı da ya gəlin, ya gəlin Hamasla oturun bir yerdə, ya da ki demək ki İsraillə onda filansız, ya gəlin demək ki Hizbullahla bir yerdə oturun, ya da Tehran rejimi ilə oturun bir yerdə. Niyə? Nəyə görə? Bunu beraber eşidək, gələk, danışımda davam edəcək. Bəli. Sayın Əjdər bəy, mən belə sizdən soruşum. Bazar siyah. Qərə bazarında kim silah alıp satar? Bazar siyahda açıq bazar. Adlı millət orada silah alıp satar da. Bu dediğine göre Amerika bunların təşkilatların silahını vermişti. Amerika bunların təşkilatların silahını vermişti. Qalır bazarı azad. Yaptı bazarı azad, bazarı siyah, şəxsi millətlər de orada silah alış-veriş edirlər. Yəni fürsət ki bunlara yaranmıştı. Adlı milləti de silahlanan. Orada adlı millətlə silahlana və elə qarışarlar bu PKK-ya, hər nəyə, komələyə gəlib kürələr Batı Azərbaycan torpağına. Ama biz bunu büyün görməzdən gələk. Olsun, siz rejimlə savaşın, heç problem deyil. O cibhəni boşaltmayın. Ama gəlib bunu da yuyub, dəsmal eləyib çək masanın üstünə ki, yox, kütlə bizim torpaqda gözləri yox idi. Bizden kardeşler, biz danışanda bize gol veripler, söz veripler. Kardeş, 58 olaylarında Sulduz'dan Molla Muharrir, Molla Cöherci gedip üstlerine danışmıştılar. Demişler, bura bir Türk şəhəridir. Buranın en azı 85%, 85% Türk'dür. Siz bu mitingi burada keçirtmeyin. Baba demişler, bizim sizinle işimiz yoktu ki. Biz xiyabanla bir tane gedəcəyik, burada bir tane dəftər iftarəcəyik. Kutulu gitti. Ondan sonra ne oldu? Onlar acaba xiyabandan çekip defter yok. Sonra belli oldu. Bunlar gece bütün o evlerde çıkıştılar, yaşlılar. Hamısı bir tane kırmızı xət çəkiblər. Birinde gece soykırım yaradığında bu evde Kürt yaşıyor. Bu evi həll eləməyin. Bu evde soykırım yaratmayın. Zaman şimdi fırsat yaranıp bunlara. İran'ın hükümeti mərkəzi o kadar zayıfdır. Ve yolda isbaz dəstələri Amerika İsraili vurur. Əmələn İttihat Sübhanda qalmırıq. Hala deyək də, məsələ olaraq deyək, onlar gəlib milləti məsələ savunacaqlar, məsələ olaraq deyəm.
gücü çatmazda rejim Amerikan İsrail'le savaştı. Yaxşı, benim kardeşim, benim təşkilat başkanım, təşkilat sözcüsüm. Bu milletin talihini sen kime tapşırırsan? Kuzunu bile sen kurda tapşırırsan da. Sonra da biz deyəndə, bunları iddia eləyəndə deyirlər, biz bu programları davam vermərək. Çünki qəbul eləmirlər, məcbur olaraq deyirəm, bu fakt, bu Əjdər bəy, bu finansiyal siyasi fəalımız, ayda plan buydu. Batı Azərbaycanı bizdən alalar, haracağını Allah bilir. Verirlər bunları kəlli. Deyirlər, hələ məmləkətdə savaşdı, buna buranın əmniyyətini qorusunlar, sonra görək nəcür olsun. Ben bu kadar düşünürüm, bu kadar bilirim. Eğer iştiba edirəm, yanlışlığım varsa Əjdər bəy, siz buyurun. Elə son danışıqları bütün elə siz bundan ne kurtarın? Araz bəy, yəni bu oyunlarla ki bunları çıxardırlar, ya get xalq mücahidinin yanında dur, ya demək ki PKK, PJAK bunlarla dur, ya da ki get rejimin, Tehran rejimi yanında dur. Yəni belə yerə gətirib çıxardırlar ki, Azərbaycan türkünün əl qolunu bağlayırlar və yox dərəcəsinə gətirib çıxardırlar. Yəni bir tərəfdən eyni adamlar bir tərəfdən dünən nə kimi qaçırdılar, ay Məsud Pezeşkiyan gəldi, hər şey yad olacaq, ay bizim əlimizdədir, özü də. Demək ki, nə istəyirsin, day, bu da Türkdür, day. Deyirsin, Türk da Türkdür, da. İndi oturub danışsan və bəyəqsiz söylədiniz. Yəni, vaxtıyla, demək ki, ciloların, ondan sonra nə deyirsən ki, Kürtlərin, ciloların əli ilə, ermənilərin əli ilə, Asurların əli ilə eyni oyunu ki, vaxtıyla Batı Azərbaycanda, Urumiyədə eləmişdilər. İndi də eyni şey. O siz deyirsiniz, qapılara cızıq çəkirdilər. Ay buradakı dəymir, o qapıya da. Orada Fransızlar da oradaydı, İngilizlər də oradaydı. Və demək ki, orada demək bir dənə nə deyirsiniz, Cilovla, ondan sonra Erməni ilə, Asurla dövlət yaradırdılar Batı Azərbaycanda. Tarixi tişrar eləyirlər. Hətta Əjdər bəy, bağışdan mən sözün arasına girəcəm. Hətta bizim o qədər xəbərimiz oldu. Avropada yaşayanlar da, Avropada yaşayan o Komela uzvları, PJAK uzvları, onlar da qayıtmışdılar. İndi nədir? Sayın Araz bəy, indi demək ki, bütün Batı Azərbaycanla İraqın sınırlarında gedin görün ki, bu demək ki, bu silahlı Kürdlərə orada o tünellər ki yaradıblar, o tünellər ki, şəhərciklər ki yaradıblar onların içində, o Qazzadakı tünellər də onların yanında hesabdır. Ki bunlar hamısı bu Kürt silahlı dəstələri elə yerindədirlər və 25 milyar dolar silah ki Suriyədə vardı, YPG-nin, ondan sonra PKK-nın və bunların hani o silahlar? Hamısını indiriblər üzü bir yana. Hamısını indiriblər üzü bir yana Azərbaycanın demək ki sınırlarında saxlayıblar. Yəni sabah da Amerika getdi də getmədi, oradadılar. Və bir tərəfdən də istəyirlər ki Azərbaycanı çıxırlar da mətbuatlarına baxın. Azərbaycanı atırlar demək ki rejimin qucağına. Ay Azərbaycanlılardır ki rejimi qoruyurlar, rejimi saxlamaq istəyirlər və baxın da prezidentlər də Türkdür. Bunların heç birisi Azərbaycana daxlı yox. Bunlar çalışırlar ki Azərbaycanda var olan hərəkatı, Azərbaycanda vətən sevgisi ilə, millət sevgisi ilə, bağımsızlıq sevgisi ilə ayaqda olan bu milləti bir türlü rejim də bunu istəyir. Rejim də bunu istəyir və Azərbaycanda bunlar da bilirlər ki, Azərbaycanın güneyində bu hərəkatın bu formada getməsi, bunun bağımsızlığı, bunun demək ki, sekularçılığı, dünyəviçiliyi, insan haqları, qadın haqları, cumhuriyyəti, demokrasi məsələsi Türkiyənin özünü də etkiləyəcək. Bundan qorxurlar. Deyirlər bu Azərbaycanın demək ki 6 milyon ayağa qalxdılar, cumhuriyyəti bərpa elədilər və bu cumhuriyyət də Türkiyənin özündə də demokrasi məsələsini Əbülfəz Elçibəy simasında qaldırmışdı. Bunların sabahları 40 milyon, 30 milyon burada ayağa qalxandan sonra bunların bütövləşməsi, bunu Amerikada o kongresdə özümə deyiblər. Sabah siz bağımsız olacağın bütövləşəcəksiniz. Saatlar söhbəti olacaq. Belə söhbət deyil. Rus da bundan qorxur. Ondan sonra dostlar da. Onunla deyirlər ki, qardaş, onda biz demək ki, bu Güney məsələsini deyək gündəliyə çəkməyək. Niyə çəkməyəsən? Güney məsələsi günün, saatın və hər anın məsələsidir. Yəni 45 milyard, 25 milyard Amerika silahı vermişlər bu Kürtlərə. Trump'ın söhbəti də öyle, Trump'dan öncəki söhbətdir bunlar. Bunların əlində hanı Kərkük? Hanı Kərkük? Kərkük demək unutdurdunuz, getdi. Bu günləri Kürt orada zölan edir. Və buna görə də bu günlər bayaq mən söylədim sizə. Yaxşı, cənab Erdoğan, sən demək ki, İdris Barzani, o əmisi İdris Barzani ölən yox, bu cəng uşağı basırsan Bağruğa, Bruseldə. Ay demək ki, görün də bəbə. Sən Güneylinin birində o cür Bağruğa basarsan mı?
Əjdər bəy, Ne əlbəttə oldu bu Cüneyt'le? sizdən bir sual soruşdular. Qoy mən o sualı sorum, sonra dosta Evet, deməsin. buyurun. Dostlarımızın adı buradadır. Sizdən bir sual belə soruşdular. Ki, bilmirəm, indi sizi xitab edirlər, ya kim üçün ad yazmıyorlar. Dostumuz ad yazsalar, amma belə fikrim sizi xitab edirlər. Ki, Erdoğan'ı dəfələr nəqd eləyir, yəni siz. Erdoğan'ı dəfələr nəqd eləyir, amma Netanyahu'dan hiçbir şeydə öz iş lazımdır, nəqd, tənqid eləmir. Yəni sizdən belə soruşuyor. Erdoğan, Netanyahu kimdir? Mənim demək ki, millətimin bir zadı var, dövlətimdir. Türkiyə Cumhuriyyəti mənim dövlətimdir. Türk Cumhuriyyətidir. Mən demək ki, burada demək ki, 30 ildir ne olub? Mustafa Kemal daşıyıram hər zaman. Türkiyənin özündə də. Sən ümmətçisən, mən millətçiyəm. Mən demək ki, sən ümmətçisən, mən millətçiyəm. Sən Tehran rejimini dəstəkləyirsən, mən Azərbaycan Cumhuriyyəti dövlətini və Türkiyə Cumhuriyyəti dövlətini. Mənim millətçiligimdə, mənim türklüyümdə ümmətçilik yoxdur, dinçilik yoxdur. Mən bozqurd qalxıram, bu ya Allah, bismillah bozqurdu deyir bu. Kimsələr deyirlər ki, ay demək ki, bizim millətçiligimiz İslamdır. Bir məsələ var, burada məzhəb konusunu biz qatmıyoruz. Çünki bizim var da məzhəbçilərimizdən də vardılar. Həm məzhəbçidirlər, həm İslamı qəbul edir, həm də millətçidirlər. Yəni biz öz güneyimizdən söhbət edirik. Mən Türkiyəni, Azərbaycan demirəm. Məsələn, mən güneylərdən tanıyıram, çox eləməli biri mən özüm də. İmam Hüseynə iradatım da var, qəbul edirəm. Bir şiə olaraq, bir Türk şiəsi olaraq. Amma məzhəbi siyasətə qatmıram. Qatmıram. Siyasət öz yerində, məzhəbi yerində. Amma demək olar, millətçiliyimi, türkçülüyümü, vətənimi də, torpağımı da sevirəm. Yəni, bütün biz gələk bu məzhəbi özümüzdən ayıraq ki, bunlar tüm məzhəbçidirlər, bunlar millətçi ola bilməzlər. Mənim nəzərimə yanlış bir fikirdir. Yox, bunlar əksini qoyurlar. Gərək əvvəl birinci demək ki, dinçi olasan, Tehran rejiminin yanında olasan, ondan şiəsiliki də o dediyiniz İmam Hüseyni də kullanırlar. Ondan sonra İrançılığı da onun üstündən qəşəng impoze edirlər. Dinçiliki qatırlar da, ay dinçi ülkənin İrançılığı qoyur, bu da İslam dövlətidir. Bizim İslamçılıq əvvəl məsələmizdir. Hər şey aydındır, göz qabağındadır. Bu günləri demək ki, sən onda demək ki, bu günləri Həması Cənab Erdoğan gətirib oturdur Ankara'da, Xalid Məşəli, o birisiləri oturdu, Güneyli oturdardın sən, oturdursan mı? Söhbət Əjdər Tağızadıdan, Araz bəydən getmir, küllü Güneydən söhbət gedir. Hə? Və gətirdin o duvarı çəkibsən orada, onu kimə qarşı? Azərbaycanın ortasından bir duvar diyor. Hə? Və nə cür oldu bu günlər demək ki, biz də, onda tez də gətirib çıxardırlar, ay biz Türkiyə Cumhuriyyəti dövləti tanıyırıq. Şəxslər gəlib gedərdi. Türkiyə Cumhuriyyəti dövləti. Bu günləri Mustafa Kemal Atatürk və Əbülfəz Elçibəy və Məhəmməd Əmin bəy Rəsulzadə qoyan yol vardı. Hər kəs gedib namazını qılır, müsəlmandır, nə qədər xristiyan var, müsəlman var, ay nə bilim, budist var, olsun da, qırı nə deyirsən, qaqauz var, xristiyandır, türkdür. Ona görə türklük məsələsi, din ilə bağdaşası bir şey yoxdur, hər kəsin öz dini, öz məzhəbi vardı. Amma bu günləri həmd olsun mən nə demək ki, İslamçılıqla aparacağım, həmd olsun türkçülük. Çıxdın dedin də türkçülücə ayaqlayacağım da, sən deyibsən də. Türkçülücə ayaqlayıram, nə millətçilik, nə türklük. Və bu günləri adam çıxır demək ki, Azərbaycanın güneyindəki hərəkatı inkar edir. Amerikanın oyuncağıdır. Amerika kimdir gəlib Azərbaycanın güneyində hərəkatı demək ki, ona bağlayasan sən. Hə? Ona görə, amma bizim bu günləri çox söhbətlər var. İndi sizlərdə birisi orada replik atır. Demək ki, ay demək ki, Netanyahu bir söz demədi. Netanyahu nə işim var mənim Netanyahu əgər məndən işi yoxdur. Onda demək ki, mən hər şeyi açıb desəm burada. Mən belə başa düşdüm. O intizarı ki, Türkiyədən var idi. Biləxərə Türkiyə bir Türk dövlətidir, bizim dövlətimizdir. Biz Netanyahu'dan heç bir intizarımız yoxdur. Çünki öz mənafeyisini düşünür. Netanyahu bu cür ki haykü yaradırlara heç vaxt Türkiyə Cumhuriyyəti dövlətinə ayrı da baxa bilməz. Bu Türkiyə Cumhuriyyəti dövlətidir. Biri də çıxırlar, geçsinlər özlərinin münasibətlərini, əlaqələrini, ekonomik əlaqələrini filanı desinlər. Biz demək ki, Azərbaycan Cumhuriyyəti dövləti olaraq biz İsrail dövləti ilə neft veririk, silahımızı alırıq. Neft verir demək ki, əlaqələrimizi normal səfirlikimizi açırıq. Bizə dəyib toxunmasın və demək ki, savaş günlərində, mən hamısını demirəm axı, silah aldıq, erməninin başını əzdik. Və bu günlərdə Tehran rejiminin qarşısında yavelinlər və bizim demək ki, o dəmir günbəzləri ki, İsrail özü işlətməyibdi, bizdə vardı, Azərbaycan Cumhuriyyətində Tehran rejimi də bilir, nə olar.
Ona görə də bizi demək ki, başqa Tehran rejimindən də, Cənubi Afrikadan da, ayrı ölkələrdən də silah da alıb, pulumuzu verib silahımızı alır. Oturup durduğumuz yerdə deyir, mən nə deyirsə, İsraillə düşmanım. Nəyə görə? Nəyə görə biz İsraillə düşmanlıq eləməliyik? Niyə? Hə? Nəyə görədir? Bunun kökünü bilək bunu. Nəyə görə? Nə düşmanlıq vardır? Azərbaycan dövlətdə normal bir münasibət sağlayır. Tehran rejimi və Türkiyədən deyirlər, yox, gəlin Haması dəstəkləyək. Niyə? Haması niyə biz dəstəkləyək? Nəyə görədir bu? Yox, İslam təhlükədədir. İslam təhlükədədir. 2 milyard 200 milyon müsəlman var dünyada. Onun bir simdic qədərisi demək ki, bu Tehran rejimi durub farsılığın xeyrinə istismar edir, dini də, məzhəbi də filan da. İmam Hüseyni də bu günlər demək ki, çeşitli söhbətlər gedir, bəlli dərsin. Şiəsilik ilə sünnisilik qoyublar qarşı-qarşıya, demək ki, biz də şiə imişik və demək ki, gəlir demək ki, dayanmalıyıq Tehran rejiminin kənarında. Elə söhbət yox. Bizim elə bu dostumuz bir də yazıblar ki, Cənab-ı Təğizzadə Netanyahunun dövləti ən ifratı və irticacı bir dinçi bir dövlətdir. İsrail dinçiliğin tənqid edir. Mən bilmirəm, dostumuz elə bilərlər, əgər istəsələr mən Şumatovun yazım bura gəlsinlər, suallar var, sorsunlar. Yəni Sanajda bəy bu məsələni ayırdı da, o İsrail konusunu. Hə, sonra Ajda bəy belə soruşdular, İsrail hökuməti ya Netanyahu hökuməti bir ifratı və irticacı bir hökumətdir, dinçi bir hökumətdir. O dinçiliyə görə siz tənqid edirsiniz. Necə ki, Türkiyə məsələn İslamcıların tənqid elədiniz, İslamcıların. O məsələn Yahudilərin də ifratı və dinçi bir hökumətdir. Yəni o dostumuzun aldığımız sual budur. Bilmirəm, buna yeri var, Ajda bəy cavab verirlər. Yox, çünki İsrail dövləti, dinçi hökumətdir, parlamanı var, seçicisi var, kineseti var, özləri bilərlər, seçirlər kimdir. Bizə düşüb gedəcək orada İsraildə gələr demək ki, dövləti dəyişirik filan. Ya Türkiyə Cumhuriyyəti bizim öz dövlətimiz. Bunlar fikirlə siz Ajda bəy məsələn bunların tərəfdarısınız, elə bunu açıq-aşkın soracaq da. Biz kimsənin tərəfdarı deyilik. Siz tərəfdarısınız və İsrailin, yəni bunu elə mən belə soruşdum. Sayın Araz bəy, biz Türkiyə Cumhuriyyəti dövləti bizim dövlətimizdir. Azərbaycan dövləti bizim dövlətimizdir. Onun başından bir Türkiyə əsrik olmasını istəmirik. Amma demək ki, bu günləri aynən çıxıb İsraillə savaşır. Nəyə görə? İsrail dövləti, İsrail mənlə savaşmır, Azərbaycanla savaşmır. Tehran rejimi onu istəyir dənizə tökə, onu gedib demək ki, qomaramışdır dörd dövrə. Girirdi onun torpaqlarını, onu məhv eləyir, ondan savaşır. Mənə deməzlər, beton sənənə, İsraillə, Amerika ilə. Bu günlər gəlin Amerika ilə savaşaq. Niyə? Nəyə görə? Amerika dövləti gəlsin bizə 709 maddəni götürür, deyək, əzə bir şey görürsən. Trump deyək, biz sizinlə nə deyirsə, əlverişli münasibətiniz olsun, deyək, olsun. Amma Amerikanın da bir xeyirləri var Tehran rejiminə. Tehran rejimi gedib deyək ki, Amerika, bu günləri, Tehran rejimi sıxıb deyək ki, gələcək, demək ki, inqilabda nə deyirsə, o Xameneyinin o təmsilcisi, Vəli Fəqihin təmsilcisi Sipahi paslarında deyir ki, əşir, nə qədər su istədə danışasınız. Hər yanda danışsınız belə, bizi bağlamaz. Biz Amerikanın axıra kimi savaşacaq, İsraili dənizə tökəcəyik, get tök. Get tök də tökə bilirsən. Gəlib indi vurub demək ki. Bəli. Bu Hamasa Netanyahu elə dostunuz da yazıb, bunu mən də elə xəbərlərdə oxumuşdum. Hamasa Netanyahu illərcə ayda 30 milyon dolar verib elə Hamasa. Acaba bu düzdür? Haması kim yaradıbdır? Səbirlə sizdən soruşuram Araz bəy. Haması kim yaradıb? Haması Əl-Fəthə görə, Yasir Ərəfata qarşı elə İsrail özü yaradıbdır. Hə? Və demək ki, Sinvarı demək ki, illərlə kim saxlamışdı zindan? Bəli, elə dostumuz da onu yazıb. 30 milyon dolar Netanyahu Hamasa illər boyu pul yardım edir. Bu belədir da, bu niyabəti qrupları sən Ajda bəy, siz məndən yaxşı bilirsiniz. Məsəl qoyalım, İran bir dənə niyabəti qrup yaradır. Məsəl qoyalım. Niyabəti qrupdan illər istifadə edir və bu günlərin işinə gəlməyəndə bunları öz başına ötürür. Bunlar qədirlər bu seri İran öz əleyhinə. Məsələn 5 il, 10 il bunlardan istifadə edib, bunlar organizasiya olurlar. Sayın Araz bəy, söhbətin canı buradadır. Türkiyədə də, Azərbaycanda da biz öz dövlətlərimizdə Azərbaycanın güneyini 40 milyon, 30 milyon, 50 milyon, necə? Azərbaycanın güneyini görmək lazımdır. Bunun sabahı da vardı. Hər gün bir dənə bu bölgədə fırtına çıxacaq. 4 dənə Kürtçığazı görürlər. 4 dənə demək ki, Ərbildəki Kürtçığazı görürlər. İran adlanan yerdə sınıq salxaq şiəsi bir rejimi görürlər.
Amma demək ki 40 milyon türkü nədən görmürsünüz? Ya da siz yox, siz susun. Ey Güneylilər, siz susun, səsiz çıxmasın. Ondan sonra hər şey həll olacaq, hər şey düzələcək. Acaba son sualı onda sizə elə son suala amma son olsun. Çünki bir saat dəqiqə danışırıq. O saatda yorum yox. Niyə 40 milyon türk siz dediniz İran'dan coğrafiyada yaşayan Türklər? Niyə görmürlər? Siz dediniz görmürsünüz. Niyə görmürlər? Niyə istəmirlər görsünlər? Əbülfəzl Elçi bəy bunu gündəlikə çəkmişdi. Niyə vurdunuz, aşırdınız? Hə? Niyə vurdunuz, aşırdınız? Niyə kömək eləmədiniz? Dərdiniz nə idi? Dərdiniz nə idi? Türkiye deyirdi, Mustafa Kemal deyirdi, əskəri deyirdi, Türkiye olmasa olmaz deyirdi. Azərbaycan Cumhuriyyəti dövləti bu gündə bu Azərbaycan Cumhuriyyəti dövlətində min dənə məsələ var, bilirik də indi. Ona görə də biz də deyirik, bu Azərbaycanın güneyi ayaq üstə olsa, bu Azərbaycanın güneyində bunun haqları, bunun hüquqları, milli məsələsi. Ne oldu Türkiye medyasından her gündə bir dənə, demək ki, əldən göndərirsə İran adlanan yerdə başlayır, demək ki, CNN Fars Türk deyil, CNN Fars. Qoyubsuz, çıxırsınız bütün Türkiye'de oturan o siyasetçiler, o ne bileyim, yalandan boş-boşuna danışırlar. Amma bu onu getirmez ki biz Türkiye Cumhuriyeti dövlətini sual altına aparaq. Hayır. Amma haqlarımızı deməliyik. Azərbaycanın güneyini tanımalısınız, görməlisiniz. İstəsəz də, istəməsəz də bu Azərbaycanın güneyini bağımsızlığını əldə edəcək. Orada Güney Azərbaycan Türk Cumhuriyyəti yaranacaq. Amma bu heç kəsin söhbəti ilə biz gəlib demək ki, ay Türkiye Cumhuriyyətinə qarşı, Azərbaycan Cumhuriyyəti dövlətinə qarşı bir yanlış addım ataq, ay onu gətirək hansı bir dövlətin yanında qoyaq, elə söhbət ola bilməz. Bunu kimsə də görməyəcək, görə bilməyəcəksiniz də. Bu arzularınızı da demək ki, özünə görə aparacaqsınız. Niyə Türkiye'də bu Cumhuriyyətdə, bu millət, bu Türk milləti Türkiye Cumhuriyyətində Azərbaycan sevgisi var bunlarda. Tarixən belə olub, belə də olacaq. Və Azərbaycan Cumhuriyyəti dövlətində başdan aşağıya bu millət hamısı Güneyi sevərdilər, Təbriz sevərdilər, Təbrizi sevirlər, Güneyin istiqlalını istəyirlər. Bəli. Mən təşəkkür edirəm sana və bir önəmli nöqtəyə işarə edir. Belə dostları bir az zaman bunu xatırlatıb deyir, elə mən o dostumuzun əlbəttə ağzından deyirəm. Bu Türkiyənin rəssamələrinə görə, Türkiyədə olan medialara görə bir gözəl söz işlətdi. Hatta mən Türkiyənin iç məsələsini görə deyirəm. O, mesela Sürünün Türk bizə görə nə deyir, nə yazır, ondan işim yox. Amma o İran'da olan medyalar və Türkiyədə olan medyalar. Bilirsiniz, Türkiyədə yüzlər medya var da, TV var, azad TV'lər var. İstədikləri kimi siyasi programları yaya bilirlər. Mesela CHP'nin özünün televizyonu var, MHP'nin televizyonu var, AK Parti'nin televizyonu var. Və o özgürlük ki, o medyalara yaradıbdır. Türkiye'də bir iç problemi yarananda daha bir Türk internasyonala ihtiyaç qalmış ki, eşikdən İngiltere, Amerika, İsrail'e bir Türk internasyonal TV yarada və Türkiyənin iç məsələsini daha bohrana alata çəkir. Və bu Türkiyə bir dənə böyük puan qazanıbdır. Orada TV'lərin azadlığı. Necə ki, İranda medyalar yasaq idi, medya yoxdur. Bir dənə İran internasyonal, bir dənə İran internasyonal, İsrailin səsi, nə bilim, haranın səsi, Ərəbistanın səsi, hara ad qoyaq, hardan bunlar qidalanırlar, hardan demək pul alırlar, nə alırlar. Bir dənə məmləkətin için nə qədər o istədikləri kimin alternativ təyin edirlər, bilmirəm. Hətta məntəqələrə, şəhərlərə savaş elan edirlər. Məsələn, İran internasyonal mən çox cəlibdir. Qarşınaşlarını gördüm. Deyir də, qarşınaşda TV elə bir şey qarışmıyor. TV sadəcə xəbər rəsanıdır da. TV, yəni bir hizb deyil ki, TV bir siyasi, bilmirəm, təşkilat deyil ki, TV bir müsəl silahlı. Məsələn, deyirdi, İran internasyonal qarşısında deyir də, eşə çıxanda silahlı çıxın, ha, eşə çıxanda yanınızda belə bir şey olsun, ha. Yəni, o boşluq ki, medya boşluğu ki, İran dövlətinin içində var idi, ona meydan yaradırdı. Bir dənə TV gələ İranın iç məsələsinə kullən dixalət elə və istədiyi planı da qabağa aparır. Bu medya məsələsini, medyanın önəmliğini dedim ki, Türkiyədə bu məsələ illər boyu bundan qabaq demək olar görülübdür və medialar azad yaza bilirlər və heç bir ehtiyac deyil. Ya eləyə bilməzlər bir, ya o CNN Türk olsun, nə bilim ATV-si xəbəri olsun, TRT-si olsun, özgür halətdə fəaliyyət elə. Hə, o İran məsələsinə gələndə mən o məsələyə qarışmıram. Çünki CNN Türk tamamilə siz dediniz kimi İran hökumətinin, rejiminin yanında durdu. Onlar da ki, deyirlər, biz öz məsələmizə görə, öz
milli mənafeyimizə görə biz İran hökumətin savandıq və biz nə bilim, əgər orada bir dəyişik olsaydı, İsrail gəlib bizim sınır qonşumuz olacaqdı, daha bizə problem yaranacaqdı. İrandan məsələn atalım, Azərbaycan məsələsi, Türk məsələsi həll olsaydı ya bir başqa çözüm olsaydı ki, hələ bu Türkiyəyə sirayət edəcəkdi. Mən Əjdər bəy, sizdən üstə şərtçılığımı bildirirəm, bilmirəm. Çünki son sözü mən danışdım. Əgər istəsəz 3 dəqiqə sizə vaxt verim deməyəsiniz. Ya istəməsəz də siz dersiniz. Çox sağ olun Araz bəy. Bu İsraili şişirtməklə, ay gələcək Türkiyə ilə sınırda olacaq, belə boş sözlərdir. Yəni məsələ buradadır ki, bu günləri 40 milyon Azərbaycan türkünü Təbrizdə, Ərdəbildə, Urumiyədə bunu da görüblər. Elə bunu Erdoğanın özü də vaxtıyla, o demək ki, Fırat Qalxan hərəkatı zamanında Təbrizdə və Urumiyədə, Təbrizdə o futbol meydanında 80 min insan ayağa qalqıb bozqır qaldıraraq ay canım qurban Türkiyə bayrağına, canım qurban Türk ordusuna deyən o millətdir. Bu günləri Tehran rejimi hər tərəfli demək ki, bu Azərbaycan türkünün çalışır orada nəfəsini kəsər, zindanlarda filan. Biz deyirik ki, Türkiyədə bu səs qaldırılmalıdır, göstərilməlidir. Yoxsa bir dənə qızcığazı yollayacaqsan orada CNN Türk adı ilə çıxacaq, o da cümə namazının qapını kəsəcək. Ay belə, ay qızcığaz, sən kimsən? Sən nəcisən? Və yaxud biri də orada analitiklərlə çıxırlar, otururlar Türkiyədə. O kanallarda heç özləri bilmir. Mən Türkiyədə çox olmuşam. Çox olmuşam Türkiyədə. Qurultaylarda görüşəndə. Bunların heç biri cəsarət eləmir. Cəsarət etmirdilər ki, iki kəlmə danışsınlar. Güney haqqında bunlarda bir anlayış yox. Bunlarda siyasi partiyalarından da. Mən gedib görüşmüşəm hamısıyla. Hamısıyla. Görmüşəm, demişəm, sizdə Güney anlayışı yoxdur. Güney Türkiye haqqında sizdə anlayış yoxdur. O deyə Əbülfəz Elçibəy bunlardan dedim, 7 baş 7 boyun uca idi bunlardan. Və deyəcək sözləri də yox idi. Və bu günləri də biz deyəndə siz bayaq da dediniz, aynen Erdoğan'a deyir, Erdoğan'a qarşı mən nə demişəm? Heç söhbət demirəm. Deyirəm ki, biz sənin bir öhdəlicin var, ödəvin var. Yerinə yetirməlisən. Türkiyə Cumhuriyyətinin Cumhurbaşkanı kimin deməlisən və media yüzlərcə televizyon var. Hər gün sübhdən axşama orada Ocalandan danışırlar. Ocalan getdi, Ocalan gəldi, Ocalan haqqını oldu. Sən Əjdər bəy, Türkiyə dövləti, Türkiyə bir dövlətdir da, Erdoğan da bir dövlətin cumhurbaşkanıdır da. Onun məsələn birinci öz mənafeyisidir. İkincisi də deyirəm, mən məsələ o bir tutum var da, Türkiyənin biz tutumunu indi yaxşı bilirik da. Biz əgər deməsək də, siz də dilə gətirmirsiniz, mən də dilə gətirmirsəm, siyasi təşkilatlar, millət də bilir Türkiyənin tutumu nədir. Türkiyənin tutumu budur. Türkiyə deyirəm, mən İranın bütövlüyünü istəyirəm. Amma məhz Qacar zamanı kimin, nə bilim, Səfəvilər zamanı kimin Türk əlinə keçsin və orada Türklər yenidir hökumətə keçsin. Yəni, Sayın Araz bəy, demək ki, çox üzr istəyən vaxtınızı da çox aldım. Məsələ buradadır ki, kimsə Türkiyə Cumhuriyyəti adına, Azərbaycan Cumhuriyyəti adına bu Tehran rejimini, bu cinayətkar, irticaçı, mühümmatçı, din istismar edən, farsılığın, dövlətçiliyi xeyrindən heç vaxt İran adlanan yeri saxlaya bilməyəcəklər. Bunu Trump da saxlaya bilməyəcək, Netanyahu da saxlaya bilməyəcək. Bu oyunların hamısı absurd oyunlardır. Və Türkiyədə də təhsil öhdəlikləri budur ki, Azərbaycanın güneyində olan bu 40 milyon türkü görürsünüzsə görməlisiniz. Ona görə də kimsə bu gələcəkdə bu Azərbaycanın bütövlüyünün qarşısını ala bilməyəcək. Bütün Azərbaycan Türk Cumhuriyyətinin qarşısı alınmayacaq, ala da bilməyəcəksiniz. Və bu günləri Tehran rejimi ilə kimsələr bilərək, bilməyərək bu irticası, bu Türk düşmanı, bu Türkiyə düşmanı, bu necə gördünüz füzələri fırlatdı Türkiyədə. Bu Azərbaycan Cumhuriyyəti dövlətinin düşmanı, bu Türk millətinin düşmanının demək ki, yanında durmaq kimsəyə başı uzalıq gətirməyəcək. Aynən bir bahanə ilə orada oturan prezident də Türküdür. Bu boş şeylərdir. Bunlar boş şeylərdir. Bu cür demək ki, Türkə əhanət edən, Türk adı ilə əhanət edən belə çimlər çox olubdur. Ona görə də bu günləri, bu Azərbaycan türkünün güneydəki haqqını ay gətirib demək ki, orada Kürddən bir xoxo yaradıb. Ay Kürd gələr, ay İsrail gələr. Hara gələcəklər? Nəyə gələcəklər? Burada Türkün varlığını görənlər, bu millətin böyüklüyünü görənlər, bu günləri Tehran rejimi bundan qorxur. Ay burada Türklər baş qaldıracaq, ondan sonra bunun qarşısını almaq olmayacaq və Batı dünyası da bir dənə demək ki, boş bir Türk qorxusu bunlarda var. Türk qorxusu var.
Azərbaycanın demək ki, güneyi ayağa qalxacaq. Bu Azərbaycan bütövləşsə, onda burada bir 50 milyonluq bir yandan Türkiyədə bir Türkiyə Cumhuriyyəti dövləti. Bunların qorxusu bundandır. İstəsələr də belə olacaq, istəməsələr də belə olacaq. Azərbaycanın güneyi bağımsızlığını əldə edəcək. Güney Azərbaycan Türk Cumhuriyyəti öz demək ki, dövlətini quracaq və orada da Azərbaycanın bütövlüyü belə saatlar hesabıdır. Ürünləri güneydə də, quzeydə də bu millət bu bütövlüyü yaradacaq. Bunun qarşısını kimsə də ala bilməyəcək. Bu hayküylər də yaradırlar. Ay Tehran rejimi belə gəldi, ay füzəsi vardı filan, elə deyil. Amerika da öz mənafeyini gözləyir, öz mənafeyini görür. Amma bizim təhsil bir yolumuz var, Sayın Araz bəy. O da Azərbaycanın güneyinin, Güney Azərbaycanın bağımsızlığıdır. Güney Azərbaycan Türk Cumhuriyyətidir. Bunu da dostlarımızla necə ki Azərbaycanın quzeyində, o boyda Sovet İttifaqından, o boyda Şurəvidən Azərbaycanın quzeyinin dövləti bir dövlət kimi çıxdı. Azərbaycanın güneyində də bu hayküydən kənar bu dövlət qurulacaq. Bunun da qarşısını kimsə ala bilməyəcək. Təşəkkür edirəm. Bəli, mən təşəkkür edirəm dəyərli Sayın Əcdat Tayzadə, Anaqlarından Güney Azərbaycan Demokratik Türk Birliyinin başqanı. Ha belə dostlarımız, bizi TV-dən izləyənlər, ITV TV-dən izləyənlər və YouTube kanalımızda və daha sonra Instagram kanalımızda da bunlar yayılacaqdır və Facebook'umuzda. Umuram ki, faydalı bir danışıq oldu. Dostlarımız da razı oldular. Sayın Əcdat bəy, biz bildiğiniz kimi dostlarımız da bilirlər. Bu danışıqlarımızda səyyirlik, real bir danışıq tutumumuz olsun. Suallarımızı açıq, aydın soruşaq bir qonaqlarımızdan. Və açıq, aydın da cavab olar. Sizdən də açıq, aydın suallarımızı sorduq. Sadəcə qonağımıza ay qurban olun, xoş gəldin və qonağımızın xoşu gələn, ya bəzi məsələn fikir cəhət bir sistemin xoşu gələn suallar deyil. Demokrasi səviyyəsində demək olar, bir açıq, aydın demokrasini demək olar, o demokrasi səviyyəsini o riayət olaraq eləyərək biz danışığımızı qaba aparıq. Umuram ki, sizi də incitməyək və belə digər qonaqlarımız ki, buradan beni bizdən razıqlar. Mən bir daha təşəkkürümü bildirirəm. Sağ olun. Yaşayın. Var olun Araz bəy. Tanrı sizi qorusun, var olasınız. Tanrı Türk'ü qorusun.